Rol bəy, salam, qoşulmusunuz? Əgərləri qoşulmusunuzsa, zəhmət olmasa görüntünü açardınız. Zəhmət olmasa səsimizi açsa. Sağ ol əzizim, sən necəsən? Təşəkkürlər, yaxşıyıq. Dəyərli Dərya qrup izləyiciləri, bugünkü qonağımız Ağ Partiyanın başqanı, siyasətçi Tural Abbaslıdır. Tural bəy, sizi salamlayırıq bugünkü webinarımızda. Sizdən Mən də açığı sizə çoxdandır. salamlayıram. Sizdən açığı çoxdan da biz webinar keçmək istəyirdik. Nəhayət bu günə təsadüf oldu. Açığı bu Mən. webinara qədər də bizə məsələn oradan-buradan zəng gəldi ki, Tural Abbaslı müxalifət falan beşmişən. Dedim ki, xeyr. Tural bəy hər zaman xalqın, millətin yanında olmuş siyasətçidir. Öz fikirləri ilə də, yəni hər zaman dediyi sözlərdə həqiqət var və xalq da sizi dəstəkləyir. Yəni müəllimlərin də Sağ olsun. sevimlisiniz. Hə. Və biz sizə mövzunu da göndərmişik ki, müəllimlər haqqında danışasınız. Yəni lider müəllim necə olmalıdır? Yəni ümumiyyətlə bununla bağlı düşüncələriniz nədir? Çünki bilirsiniz ki, süni intellekt falan teoriyası artılıb ortaya ki, yəni artıq hər şey süni intellektlə olur, müəllimlərə ehtiyac yoxdur. Amma siz nə düşünürsünüz bu barədə? Yəni həqiqətənmi müəllimləri süni intellekt robot əvəz eləyəcəkmi? Təşəkkür edirəm. Bilirsiniz, ümumiyyətlə, mən süni intellektin əleyhinə deyiləm. Yəni, süni intellekt texnologiyanın, ümumiyyətlə, tibbin, səhiyyənin inkişafında əhəmiyyətli rol oynayacaq. Məsələn, insanın günlərlə fikirləşib həllini axtardığı problemi süni intellekt tutaq ki, saniyələrdə tapa bilər. Yəni, məsəl üçün də kompüter dediyimiz bu elektron hesablayıcı maşınların kəşfinə qədər, məsələn, sürət, elmi nailiyyətlər, elmin sürəti tutaq ki, saatda 10 kilometr idisə, artıq kompüter kəşf olunandan sonra saatda 100-ə çıxdı. Saatda 100 kilometrlə biz inkişaf elədik. Və süni intellekt artıq yeni bir mərhələdir. Amma süni intellekt insanların çoxu düşünür ki, insanı əvəz eləyəcək, əvəz eləyə bilməyəcək. Həm bunun elmi tərəfi var, həm də həm elmi, həm insani, həm də dini tərəfi var. Biz dini tərəfindən başlasaq, biz imanlı insanlar bilir ki, insanları heç kim əvəz eləyə bilmir və insanlar axirətə qədər əsas belə deyək də Şeytan icadıdır yaradılmış. da. Hədəgən yaradılmışların ən alisi olaraq qalacaq Bəli. və zaten dünyanın varlığı, kainatın varlığı da insanın imtahanına görədir. Elmi baxımdan niyə inkişaf edəməyəcək? Ən azından belə deyək də, enerji baxımından bizdən asılı olacaqlar. Düzdür, yox, yəni biz deyir, tutaq ki, süni intellekti cərəyandan ayırana qədər o nəsə eləyə bilər. Cərəyandan ayırandan sonra artıq insanı da əvəz eləyəmə. Hələm tutaq müəllimliyi ümumiyyətlə əvəz eləyə bilməz. Çünki bilirsiniz, insan tək maddi varlıq deyil də. Məsəl üçün 2 vur 2 4 eləyir. Amma orada bir ruh lazımdır. Orada bir emosiya lazımdır. Hiss və həyəcan lazımdır. İnsani yanaşma lazımdır ki, maşınlarda indi gələcəkdə bu süni intellektin robotlaşmada istifadəsindən söhbət gedir. Orada belə, yəni robotların hiss və həyəcanları olmayacaq, alqoritmlər olacaq. Hər şeyə yararlılıq və rentabellilik, təhlükəsizlik bu aspektdən baxacaqlar. Ruh olmayacaq. Məsələn, süni intellektdə siz analıq nədir, atalıq nədir, qardaşlıq nədir, fədakarlıq nədir, sevgi nədir, qəzəb nədir? Bax, bunu izah edə bilməyəcəksiniz. Onlar analiz eləyəcək. Məsələn, ata evladına baxmalıdır, süni intellekt deyəcək, yox. Niyə? Çünki atanın elə bir öhdəliyi yoxdur da, atadır. Uşaq geçsin, öz-özünə baxsın. Atanın, insanın dünyada varlığının məqsədi özünün varlığını davam elətdirməkdir. Yəni, süni intellektdə bunu izah eləmək olmaz. Deyərik, ata, evlad münasibətləri, sevgi, hiss, həyəcan, amma onu əvəz eləyə bilməyəcək. Elə də müəllimlikdə, yəni müəllimlik elə,
Məsələn, quru-quru nəyisə danışmaq, nəyisə izah eləmək, nəyisə göstərmək deyil axı. Məsələn, əgər hər şey belə deyək də informasiya ilə olsaydı, bugün dünyada baxın, fizika, riyaziyyat, kimya, həndəsə, dəqiq elmlərlə paralel humanitar elmlər də inkişaf edir də. Düzdür ya, yox. Məsələn, siz də Bəli, universitetdə bəli. oxuyanda şeirdən, ədəbiyyatdan imtahan vermisiniz də. Ya bu şeirin, ədəbiyyatın texnologiyaya nə aidiyyatı var? Düzdür, Təbii. tarixin texnologiyaya nə aidiyyatı var? Amma görürsünüz, eyni dərəcədə insanlar şeiri də, ədəbiyyatı da, musiqini də, tarixi də öyrənirlər. Niyə? Çünki ruhun ehtiyacıdır. Və süni intellekt heç vaxt ruhun ehtiyacı olan qismini ödəyə bilməyəcək. Yəni müəllim və tutaq ki, tələbələr arasında olan o mənəvi bağları müəllim və süni intellekt müəllim arasında qurmaq mümkün olmayacaq. O quru-quru. Yəni elə bilin ki, bir kitab oxuyursan. Kitab sənə nə qədər ruh verə bilər? Hətta kitab daha çox ruh verə bilər, nəinki süni intellekt. O baxımdan mən istənilən sahədə süni intellektin insanı əvəz edə biləcəyini inanmıram. Yəni düzdür, texniki məsələlərdə əvəz eləyə bilər. Məsələn, mühasiblikdə gəlirlər, çıxarlar, vergilər bunu hesablayıb təqdim eləyə bilər. Amma bir çox sahələrdə süni intellekt insanı əvəz eləyə bilməyəcək və əvəz eləməyəcək də zaten. Zaten bilirsiniz, mən sizə bir şey deyim. Biz qayıtsaq bir 150 il əvvələ, 200 il əvvələ, həmin dönəmlərdə də texnologiyanın inkişafı insanları qorxudub və onlar düşünüblər ki, bu insanları əvəz eləyəcək texnologiya, radionun kəşfi, televiziyanın kəşfi, kompüterin kəşfi, mobil telefonların kəşfi. Məsələn, biz özümüz belə deyək, indi Z quşağı bizə dinozavrlar deyirlər də, hə? Dinozavrlar dönəmindən Z quşağına gəlmiş bir nəslin nümayəndəsiyik mən. Məsələn, biz evdə ev telefonu bildiyiniz o 9 rəqəm var idi, bir də 0 o fırladırdı, belə Bəli, bəli. dığdırdırdı. Ondan SSD gəlib dönəmindən. smartfonlara qədər çatmışdıq və mən bu gün məsəl üçün bir kadra baxdım. Amerikada bir vətəndaş 18 yaşlı qızına, baxın, Nokia 6500 verir, o düyməli. Deyir ki, Bəlkə buradan mesaj 6300-dur. nəsə elə bir şeydir. Hə, məndə olub o Düyməli, telefonlar. yəni düyməli telefon verir və deyir ki, bundan mesaj göndər. Qız 18 yaşı var qızın. Baxın, qız telefona baxır belə səsli belə deyir ki, ey Nokia deyir, mesaj yaz. Sonra deyir və silmə düyməsi aça bilmir filan. Yəni bu qədər sürətlə inkişaf edib texnologiya. Amma məsəl üçün əvvəlki dönəmə baxsaz görərsiniz daha ləngi inkişaf edib. Amma insanlar görürsünüz onunla yaşamağı öyrənib. Məsələn, mənim anamın 75-ə yaxın yaşı var. Bu smart telefonlardan istifadə edir. YouTube-a girir, sosial şəbəkələrə baxır filan. Düzdür, indi tam müasir gəncliyi kimi eləyə bilmir, amma hər halda kifayət qədər adapte olub və istifadə edir. Və o heç də onu tutaq ki, bu smartfonların çıxmağı görürsünüz, yas yeri, toy yeri. Məsələn, biz sabah bürsün inşallah bizim bir dostumuzun şadlığına, belə deyək, toy mərasiminə buradan durub Naxçıvana gedəcəyik. İndi adama deyərlər smartfon var da, qoysunlar ora canlı TikToku, sən də buradan bax, elə arada denə xoşbəxt olun filan. Hə, nəmər yazılmaqda kartdan karta at və salam da. Kart to Görürsünüz, kart, hə. bütün bu imkanlar olduğu halda biz dururuq, hamımız gedirik dostumuzun toy mərasiminə və yaxud da bir yas mərasiminə zəng elə baş sağlığı verir. Güya ki, o dünyasını dəyişmiş insan üçün çox fərqi yoxdur. Sən onun üzərinə torpaq atacaqsan, atmayacaqsan, eləyəcəksən, eləməyəcəksən. Amma görürsən, hamımız gedirik, iştirak edirik, baş sağlığı veririk. Yəni, insanın mənəvi ehtiyacları var, o ruhunun ehtiyacları var ki, onu süni intellekt əvəz eləyə bilməyəcək. Və insanlar əksinə, süni intellekt inkişaf elədikcə, baxın, bu insani münasibətlər, o qəzəb, Bəli, sevinç, sevgi, bunların dəyəri artacaq. İzah edə bildim. Məsələn, zamanında bəli, bizim, bəli. məsəl üçün, heç bəyənmədiyimiz hansısa ev əşyaları indi antikvar kimi kifayət qədər yüksək qiymətə satıla bilir. Bəli, hər an Düzdür, yəni üzərindən orada satılır. məsələn mənim oktyabrat ulduzum var idi. İndi onu aparıb məsəl üçün antikvar kimi sata bilərsiniz. Yəni o baxımdan süni intellektdən qorxmaq lazım deyil, amma süni intellekti də süni intellekt və onun yaratdığı imkanları da bizim əvəzimizə yaşamaq bizim əvəzimizə yaşamasına imkan yaratmalı da deyilik. Məsəl üçün deyim, bunu fikrimi izah edeyim. Məsələn, mən sizlə görüşüb çay dostuq biz, 1000 ilin dostlarıyıq. Məsələn, sizlə üzbəüz oturub çay içmək əvəzinə, məsəl üçün tutaq, WhatsApp-da görüntülü zəng edib danışmamalıyam.
O insan özümdən asılıdır, amma biz yenə deyirəm də onunla da əvəz eləyə bilərik. Və yaxud da ki, tutaq hansısa işi vurma cədvəlini özüm qələmi və tam vərəqi öz əlimə alıb bir vurma cədvəli eləyə bilərəm. Həm beynim məşğul olar, həm və yaxud da bir ensiklopediyanı açıb bir məlumatı axtara bilərəm, oxuya bilərəm. Və ya da Google-da belə deyək, axtarış edib oxuya bilərəm, ya da ki, tənbəllik edib belə ChatGPT-dən soruşa bilərəm. Hətta heç oxumaq da yox, səsli şəkildə soruşum, ondan cavab da ala bilərəm. Yəni süni intellekti biz öz həyatımıza hansı dərəcədə buraxmağımız da bizdən asılıdır. Yəni mən düşünürəm ki, biz özümüz də bunu senzur edib balanslı şəkildə, yəni tam da ondan asılı olmaq uyğun deyil. Məsəl üçün Sovet dönəmində biz müstəqillik, təzə-təzə müstəqil olan dönəmlərdə belə bir lətifə var idi, məşhur bir lətifə idi. Deyir, Sovet dönəmi dağılır, dövlətlər müstəqil olur və texnologiya gəlir Sovet ölkələrinə, Azərbaycana da çatır və məlum olur ki, hamamda bütün proseslər kompüterləşir və sən deyirsən ki, ey qapı açılır, su gəlsin, su bağlansın filan olsun və bunu tətbiq edir Azərbaycana. Üstündən 2 ay keçir, Amerikadan qonaq gəlir ki, və sizdə hamam məsələsi necədir? Yəqin bu texnologiya işə yarayır. Hamısı deyir ki, qardaş 2 aydır qalmış hamamda, su kəsilib. Yəni tam da baxın, siz və yaxud da ki, müasir avtomobilləri götürək də, tutaq ki, hamısı GPS ilə bağlıdır, təhlükəsizlik mexanizmləri varsa, bir maqnit, günəşdə maqnit dalğası olsa, tutaq ki, bütün o elektronika dediyimiz, müasir maşınların o beyni dediyimiz elektronika sıradan çıxacaq, maşın xodlanmayacaq. Düzdür? Yəni, biz demək ki, özümüz hər şeyimizi, öz həyatımızın idarəsini, işimizin idarəsini həm də şuurlu şəkildə onlara ötürməməliyik. Məsələn, bir nümunə deyim, səhv eləmirəmsə, indi bu biraz yarı şəhər əfsanəsi tipindədir, amma bu həqiqət tərəfi də ola bilər, indi tam araşdırmadığım üçün. Məsələn, məndə olan məlumata görə Pentagon 3000 ya 5000 civarında tam mexaniki avtomobilləri, cip və sedanları xüsusi bir qarajda saxlayır. Yəni, heç bir elektronik, belə deyək də, beyni və yaxud da elektronik, belə deyək də, kompüter vasitəsilə idarə olunan mexanizmləri olmadan, tam mexanik necə 06-lar, 07-lər var idi, kodluyurdu, gedir. Bax, belə avtomobillər Pentagonda 5-6 min civarında bəlli bir ştatda, qarajlarda saxlayır və sual olunanda ki, bunları nə edirsiniz? Və Ford modeldir bu arada. Soruşanda ki, bunları nə edirsiniz? Deyirlər ki, indi mümkün tutaq ki, maqnit dalğası ölkənin elektronikasını, kompüter sistemini sıradan çıxartsa, bu nəqliyyat vasitəsindən istifadə eləməkdə. Yəni, indi loru dildə desək, yəni nə qədər texnologiya inkişaf eləyir eləsin, uzunqulaq və atların arabasından, məsəl üçün, istifadəni yadırğamamaq lazımdır. Məsələn, Fələstində biz gördük də, indi faciə idi, İsrailin oradakı soyqırımı zamanı. Gördünüz, orada kadrlarda nə qədər at arabalarında xəstəxanalara insanları yetişdirirdilər, daşıyırdı. Niyə? Çünki bütün elektronika, texnika sıradan çıxmışdı, yollar yox idi onların geçməsi üçün. Yəni, müasir texnologiyanı öz həyatımıza nə qədər buraxacağımız bizdən asılıdır. Və mən bunun daha kontrollu şəkildə həyatımıza buraxılmasının tərəfdarıyam. Hansısa dövlət tutaq ki, öz xərclərini azaltmaq üçün müxtəlif sahələrdə tutaq ki, ixtisarlar edib, ora süni intellekt tətbiq eləyə bilər. Amma bu dövlət tam süni intellektdən asılı vəziyyətə düşəcək gələcəkdə. Sabah tutaq ki, süni intellektin patentini əlində saxlayan dövlət onun təhsil sistemini söndürə biləcək və yaxud da tutaq ki, sabah hər hansı bir səbəbdən elektrik enerjisi olmasa sənin məktəblərində dərs keçilməyəcək. Yəni, dövlət gərək bunları çox həssas şəkildə hesablasın. Məsələn, biz bugün texnika alırıq da, tutaq ki, hərbi təyyarələr alırıq, hava hücumundan müdafiə sistemləri, raketlər alırıq. Amma biz o aldığımız texnikanın tam sahibi deyilik. Məsələn, mən sizə bir şey deyim. Biz Rusiyadan tutaq ki, MiG təyyarələri alırıq və yaxud da ki, tutaq S-300-lər alırıq. Siz bilirsiniz, biz istəsək belə, məsəl üçün, o təyyarənin sükanı arxasına Azərbaycanlı pilotunu oturtsaq və desək ki, get bu təyyarə ilə Rusiyanı vur, o təyyarə Rusiyanı vurmayacaq. Çünki o dost dövlət kimi tanıdılıb onun yazılımına, onun proqramlaşdırılmasına, sən onu vuramayacaqsan. Və yaxud da sən öz S-300-lərindən Rusiyadan sənə atılan raketləri qarşısını ala bilməyəcəksən. Çünki istehsalçı Rusiyadır. Yəni, ona görə bütün müstəqil olmaq üçün bu dövlətlər özləri o
texnika və texnologiyanı belə də istehsal eləməyə Bəli. çalışırlar. İndi baxın, süni intellekt də belədir. Süni intellekt, Azərbaycanın neçə süni intellekti var? Yoxdur da, yəni məsələn Amerikada Yoxdur. ChatGPT və digərləri var, Çində tam DeepSeek var, filan beşməkan var. Biz fikirləşin, özümüzün gətiririk onları tətbiq edirik, özümüzün bütün datalarımızı, bütün həssas nöqtələrimizi, bütün o məhrəm məlumatlarımızı, hansı ki o məhrəm məlumatlarla insanların Satışa da çıxardılmışdı o məlumatlar hətta. bu əslində dövlətin nə qədər zəif və üzr istəyirəm ifadəmə görə banan dövləti olduğunun göstəricisidir. Yəni bir dövlət öz vətəndaşlarının məlumatlarını müdafiə edə bilmirsə, heç bir inkişafdan, texnologiyadan danışmağa haqqı yoxdur. Siz Bəli. bilirsiniz də, yəni insanın psixoloji analizini, ümumiyyətlə cəmiyyətlərin psixoloji analizini həmin o datalarla çox rahat şəkildə aparmaq olur. Mesela Amerika Bəli. Google şirkətinin belə bir proqramı var idi. Bilirsiniz, bütün mobil telefonlarımızda indi Android sistemidir, onlar da Google filan. Yəni bizim bütün datalarımız oraya yazılır. Hətta hərəkət trayektoriyalarımız, hardan çıxdıq, hara getdik, hansı kafedə oturduq, hansı şəkilləri çəkdik. Bizim qalereyamızda heyvan şəkilləri çoxdur, təbiət şəkilləri çoxdur, yemək şəkilləri çoxdur, qohum Onlar çıxır əqrabalarımız playlistə şəkil. sonra. Bax, bu bir müddət sonra Google sənin bu datalarını götürür. Google'un belə bir proqramı var idi və Amerika onu qadağa elədi. Ümumiyyətlə o dayandırdı o sistemi. Və Google belə bir təklif vermişdi ki, ideal tərbiyəli insan yetişdirmə proqramı. Və onlar sənin o datalarından, smartfonda sənin o toplanan datalarından səni bir mənada tərbiyələndirirdilər. Məsələn, bilirlər ki, hər üçüncü gün sən, məsələn, evdən çıxıb, gedirsən, tutaq ki, filan kafedə kofe içirsən. Və sən tutaq ki, dedektiv filmlərini xoşlayırsan və sən həmin yolda olarkən sənə mesaj göndərir. Bu arada kitabxana var və orada detektiv janrında kitablar var. Bəlkə keçib oxuyasan. İzah edə bildim. Filan kinoteatrda filan film var. Bəlkə baxasan və səni dolayısıyla süni intellekt tərbiyələndirir bir müəllim kimi. Bir əhliləşdir, yönləndirir, izah edə bildim. Yəni bir mənada Google cəmiyyəti özü istədiyi kimi formalaşdıracaqdı. Məsələn, sən getmirsən dönər yeməyə, Google sənə mesaj verəcək. Sən dönərin ziyanlarını bilirsənmi? Məsələn, səni bundansa get məsəl üçün deyir, avokado ye. İzah edə bildim. Yəni bu datalar çox önəmlidir. Bir insan, bir cəmiyyətin həssaslığı, onun davranışları, onun düşüncələri, arzuları, istəkləri, bunları yönləndirilməsi baxımından. Ona görə də baxın, dövlətlər indi müharibəni tankla, topla aparmır. İndi baxın bu smartfonlarla, bu datalarla, data analizlərlə aparırlar. Yəni süni intellektdə açıq-aşkar elə bizim dataların analizidir, veriblər onlara. Biz məsəl üçün məsələn ChatGPT-yə girin, özünüz haqqında soruşun. Deyin ki, mənim Cavab verir, haqqında bəli. o dəqiqə deyəcək. Çünki sizin ona verdiyiniz suallardan artıq sizin profilinizi, psixoloji profilinizi cızıb. Və sabah Amerikada oturub, məsəl üçün deyək də, mən siyasətçiyəm və çox sabah Azərbaycan prezidentliyinə və digər vəzifələrə namizəd olanda artıq Tural kimdir, nəçidir, qorxuları nədir, həssasiyyəti nədir, nəyi sevir, nədən nifrət edir, necə onun tutaq ki, onunla manipulə eləyə bilərik deyə Amerika gəlib burada mənlə müsahibə aparmağa ehtiyacı yoxdur. Mənim o akkauntumda toplanan dataları analiz eləyəcək və sabah fikirləşin mən ölkə rəhbəri oluram və məni istədiyi kimi manipulə eləyə biləcək. Yəni o baxımdan da bu məsələlər dövlətin xüsusi nəzarətində diqqətində olmalıdır və cəmiyyət də bu məsələlərə diqqətli yanaşmalıdır. Məsəl üçün, adi bir şeydə biz bir proqram yükləyirik, oyun. Məsəl üçün, deyir, qalereyaya girməyinə icazə ver, şəxsi məlumatlarına girməyinə icazə ver, kontaktlarına baxmağına icazə ver. Hər şeyimizə icazə istəyir ki, o lokasiya, coğrafi mövqeyinə baxmağa icazə. Adama deyirlər, qardaş, mən səndə Tetris oynayacağam. Sən nəyinə lazım mənim coğrafi mövqeyim və yaxud da ki, şəkillərim və kontaktımdakı insanlar? Sən neynirsən bunu? Yəni, izah edə bildim nə demək istəyirəm? Bəli, bəli. O baxımdan süni intellekt faydalıdır, amma insanı əvəz etməyəcək. Əksinə, mən sizə bir şey deyim. Baxın, artıq dünyanın bir çox ölkəsində qanunverici orqanlarda bu məsələlər müzakirə olunur. Süni intellektin idarə olunması, onun dövlət və milli təhlükəsizlik belə deyək də cəhətlərinin analizi və bunun belə deyək bir qanuni çərçivələrə salınması.
İzah edə bilir. Məsələn, baxın, artıq ChatGPT hüquq və tibbi məlumatların Bəli, onu verilməsini deyəcəkdim özü mən də. məhdudlaşdırdı. Yəni, mən sizə əmin edirəm ki, bu ChatGPT öz kefindən bunu eləməyib. Yəni, əslində ChatGPT-ni yaradan şirkətə maraqlı olardı. Nə qədər çox ondan ünsiyyətdə olacaqsan, ona nə qədər çox öz datalarını, məlumatını ötürəcəksən. Düzdür? Əslində bu tibbi məlumatlara mən cavab verməyəcəm deməklə bizim sağlamlıq haqqında dataların yığılmasının özü qarşısını alıb. Amma bunu mən sizə əmin edirəm ki, məsələn, Amerika kimi, Avropa İttifaqı ölkələri kimi ölkələr bu ChatGPT-nin sahib olduğu şirkətə məcbur eləyiblər. Və gələcəkdə bu tənzimlənəcək, illaki tənzimlənəcək. Məsəl üçün, səhv eləmirəmsə, dünəndə sırağı gündə 2 ya 3 Avropa ölkəsində 16 yaşdan aşağı sosial şəbəkələrdə istifadə ilə bağlı məhdudiyyətlər gətirildi. İndi vaxt var idi, Səyavuş Novruzov deyirdi ki, Facebooka şəxsiyyət vəsiqəsində girmək lazımdır. Biz adama gülürdük. Amma indi O deyən oldu. məlum olur ki, Səyavuş müəllim bizdən uzaq görən imiş. Biz də onun Bəli. dərdi başqa dərdi idi. Yəni onun dərdi bizim dataları sosial Bəli. şəbəkə toplasın deyildi. Amma hər halda o istiqamətə gedirik yəni. Bizdə də Sima tətbiqi var idi da, o barədə zaten bütün məlumatlarımız oradadır. MyGov tətbiqi var Sima məsələn. tətbiqi belədir ki, bilirsiniz, Sima tətbiqi bu və yaxud da hansısa qovazlar var da, müxtəlif, nə bilim, gömrüyün var filan. Bu öz dövlətinin sənin barəndə yığdığı datalardır, hansı ki onu bilirlər. Məsələn, sən doğum tarixin, qan qrupun, evlilik vəziyyətin, hərbi vəziyyət. Amma bir də var ki, məsəl üçün mən sizə bir sual verim də, Amerika TikToku niyə qadağan edir Amerika ərazisində? Və Amerika TikToku məcbur elədi ki, TikTok Amerika şirkəti yarat və onun 51%-ni Amerika vətəndaşlarına satmalısan. Çünki TikTok böyük bir məlumat, data yığan bir proqramdır həm də. İzah eləyə bildim. Bəli, Yəni bəli, Amerika da bəli. dünyanın belə deyək də hegemon dövlətlərindən biridir. İstəmir ki, onun vətəndaşlarının məlumatı onun rəqibi olan ölkənin, Çinin əlində olsun. Amma bizdə vətəndaşlarımız bu datalara çox həssas yanaşmır. Məsələn, siz dedinizsə bizim məlumatlar çıxmışdı o deep webdə satışlar filan də 5-10 dollara gedib bütün məsəl üçün deyir bir seçici məsələn namizəd gedib məsələn mən Nəsimə ərazisindəyəm namizədəm. Gedib deep webdən o 15-20 dollara həmin Nəsimə ərazisindəki seçicilərin bütün datalarını alıb gətirib yığa bilərəm də qabağıma. Yəni görürsən amma cəmiyyətdə o qədər reaksiya olmadı. Niyə? Çünki cəmiyyətimiz bunun fəsadlarını, təhlükəsini və imkanlarını o qədər də təəssüf ki, hələ bilmirlər. Yəni o dövlətin də marağındadır bu detalları cəmiyyətə izah eləməsi. Tural bəy, bilirsiniz ki, artıq təhsildə kifayət qədər çox islahatlar aparılır. Son illər, yəni cənab nazir dəfələrlə islahatlar aparıb, xüsusilə də o siz toxunduğunuz mövzularla bağlı, süni intellektlə bağlı yeni işlər görülür, müəllimlərin müsahibə mərhələsi olur, müəllimlərə əvvəlki kimi olmur, artıq onlara tələb qoyurlar, həmçinin təlimlərə təşviq edirlər, imtahandan keçirlər və sair və ilaxır. Müəllimləri bir növ tələb edirlər ki, hər bir müəllim belə deyək də lider müəllim obrazında olsun. Yəni ümumiyyətlə necə düşünürsüz? Lider müəllim olmaq üçün, yəni müəllimlər hansı prosesdən keçməlidir də? Siz özünüz də bir lider kimi, yəni ümumiyyətlə Əsla. əsl müəllim necə lider olmalıdır da? Yəni partiya liderçisiz, onu görə dedim. Bilirsiniz bəy, mən sizə bir şey deyim. Lider müəllim olmalı deyil. Liderlər şagirdlər olmalıdır. Müəllimlər liderlər yetişdirməlidirlər. Məsələn, Böyük İskəndərin müəllimi Aristotel idi. Bəli. Aristotelə lider deyən var, yox, amma Hı. İskəndərə lider deyirlər. Axşamsəddin Fatih Sultanın Məhəmməd Fatih Bəli, hocası idi. Fatih Məhəmməd Sultanın hocası idi. İndi Axşamsəddindən neçə nəfər lider deyir? Amma yəni müəllimlər lider yetişdirməlidir. Müəllim lider olmalı deyil. Müəllim liderdirsə, o deməkdir ki, şagirdlər və tələbələr onlara tabe olan cəmaatdır, təbəədir. Amma biz təbəə mi yetişdirmək istəyirik, yoxsa liderlər mi yetişdirmək istəyirik? Biz lider yetişdirmək istəyiriksə, o şagirdlərə, o tələbələrə lider kimi davranmalıyıq. Məsəl üçün, sizə bir sual verim də. Məsələn, sizin neçə müəllim sizə müraciət edəndə orta məktəbdə və yaxud da universitetdə hətta, məsələn, sizə deyir ki, məsələn, Həsən bəy. Universitet illərində olub müəllimlər məsələn, amma orta məktəbdə olmayıb. Hətta yuxarıdan aşağı baxıblar. Yəni milçək Yəni necədirsə bizə də elə. Yəni o artıq o lider, amma məsələn siz baxın, köklü Britaniyanın köklü məktəblərində uşaqlara belə Mister və Mrs deyirdilər. Uşaqlara.
Mesela 8 yaşında Mr. Filankəs, Mrs. Filankəs. Çünki onun şəxsiyyəti formalaşır, kimliyi formalaşır. Bizdə deyirlər ki, lider olmaq üçün savadlı olmaq lazımdır. Ancaq bilik, informasiya, o məlumatlılıq. Mən sizə sual verim də, indi dünyadakı liderlərdən pis yaxşı Stalinin təhsil səviyyəsi hansı səviyyədə idi? E, Duxovna gimnaziya deyirlər də, belə gimnaziya Hədən ki, oxuyubdu. hə, 4 sinif ruhani oxuyubdu. gimnaziyanı Bəli, bitirmişdi də, hə, kilsəni, o da yarımçıq, hə? bəli, İndi biz oxtarmamışdı heç. Stalin lider deyil deyə bilərik. Və yaxud da Stalin 20-ci Hitler əsrin ən böyük lideri idi məncə. liderlərindən. Məsələn, Hitlerin bilik və bacarıqları nə idi? Rəssam, yarımçıq rəssam idi. Bəli, Bilik və orta savadı da məktəb heç bir səviyyəsində idi. yəni xüsusi bir istedada sahib deyildi. Düzdür? Və yaxud da digər liderlərdir. Yəni, bilirsiniz, bu məsələlərdə şəxsiyyət önəmlidir. Biz lider yetişdirmək istəyiriksə, birinci o tələbəyə, şagirdə, baxın, 2 il 2-dən qabaq şəxsiyyəti öyrətməliyik. İzah edə bildim? Bəli. Desən, yəni bizdə isə təəssüflə qeyd eləməliyəm ki, nə məktəblərimiz, nə universitetlərimiz şəxsiyyət yetişdirməkdən maraqlı deyillər. Mən öz şəxsimdən bir nümunə gətirim sizə. Hı -hı. Mən 2003-cü ildə universiteti bitirmişəm. 2009-a qədər magistraturaya imtahan vermədim. 2009-cu ildə testlə magistratura filan boşluq idi, getdim magistraturaya imtahan verməyə. Və baxın, magistratura imtahanı kimlər verir? Abituriyentlər. Yəni artıq universiteti bitirmiş mütəxəssislər, 21-22 Bəli. yaşındakı adamlar. Və imtahan zalında bir müəllim var idi. Bizdən 2-3 yaş böyük olardı. Gəldi mənə dedi ki, saqqız çeynəmə. O birisinə dedi düz otur. Bu birisinə gəldi mənə də dedi ki, saqqız çeynəmə. Mən baxdım buna, mən indi onda siyasi fəaliyyətlə filanla məşğul idim. Dedim, sən kimsən? Saqqızın sənə nə dəxli var? Saqqız çiynəmə nə deməkdir? Bunun bu imtahan prosesinə nə aidiyyatı var? Sən nadzorsan burada, mən tustağam, sən bu nə sözdür? Yox, dedim, get işinlə məşğul ol. Getdi yuxarılara şikayət elədi filan. Orada da başa saldılar ki, get işinlə məşğul ol. Mən də acığa axıra qədər saqqız. Bax, bunu mən niyə nümunə gətirirəm? Orada hamı abituriyentdir. Yəni artıq yetişmiş mütəxəssisdir. Biri gedib dərs deyəcək, biri gedəcək nazirliklərdə işləyəcək. Düzdür, şagird deyirlər. Bağça uşaqları da deyirlər. Tələbə də deyirlər. Artıq bitiriblər. Düzdür ya yox. Biri, baxın, o adama etiraz eləmədi ki, sən kimsən? Sən bu nə sözdür bizlə danışırsan? Bu necə danışıq tərzidir? Düzdür ya yox. Çünki baxın, mən sizə deyim, o otaqdakıların yarıdan çoxu da məndən savadlı ola bilərdi o ixtisasları üzrə. Amma biz əgər şəxsiyyət yetişdirmək istəyiriksə, şəxsiyyət sözünü deməyə bacarmalıdır, şəxsiyyət etiraz eləməyə bacarmalıdır, şəxsiyyət dəstək verməyə bacarmalıdır. Biz bax belə otururuq. Belə oturmaqla bu bir göstərici deyil. İzah edə bildim. Yəni bu o demək deyil, biz müəllimə hörmətsizlik eləyək, müəllimlə zarafatlaşaq. İndi müasir təhsil sistemində də müəllimi, ümumiyyətlə müəllimin avtoritetini sıradan çıxardıblar. Müəllimin bir avtoriteti də olmalıdır. Bildiniz necə? Yəni bir hökmü Bəli. olmalıdır. Nüfusu. Yəni hökmü olmayan müəllimdən heç vaxt heç bir insan özünlə bərabər hesab elədiyi adamdan dərs öyrənməz. Əgər mən hesab edirəmsə ki, müəllimim mənim qədər bilir, mən ondan dərs öyrənmərəm. O məndən əgər yəni bir mənada bilik baxımından avtoritetli deyilsə, yəni bunları da tənzimləmək lazımdır. Bizdə təəssüf ki, yenə qeyd edirəm, nə məktəblərimiz, nə universitetlərimiz şəxsiyyət yetişdirmək istəmirlər. Baxın, bir demagog sözü var. Demagog kimə deyirlər? Demos xalq sözündən demək də, yəni Yox, xalq bizim cəmiyyətdə demagog kimə deyirlər? haqqını tələb eləyənlərə məncə. Aynen. Ya demagog bizdə müsbət anlamda işlənir, neqativ anlamda işlənir. Neqativ anlamda. Niyə? Çünki Çünki çox baş aparır da yəqin. öyle, amma baş aparır deyəndə qardaş, əgər haqsızdırsa, sən onu arqumentlərindən susturmalısan. Düzdür ya Bəli. yox? İndi hər danışan haqlıdır deyə bir şey yoxdur. Haqsızdırsa, sən arqumentlərlə onu susturacaqsan. Haqlıdırsa, özünü düzəldəcəksən. Amma asan yolu var. Əşi bu demagogdur. İzah edə bilir. Yəni baxın, belə ona görə biz bax deyirsiniz ki, bax belə bizdə neçə nəfər ambisiyalı tələbə görmüsünüz. Məsələn, sizin tələbə yoldaşlarınızdan neçəsi məsələn durub deyirdi ki, mən görərsiniz universiteti qutarandan sonra Azərbaycanın ən məşhur adamı olacağam, milyon qazanacağam və 3 il sonra Ferrari ilə gələcəm və yaxud da bir fabrika açacağam. Yəni ambisiyalı gəncliyimiz nə qədərdir bizim? Onlar adətən necə diplom almaq hayında olurlar, daha sonra necə iş tapacam hayında olublar. Yəni Yəni ambisiya, baxın bizim mənim bir bilmirəm, yəqin
bu kimsə deyib bu sözü, amma mən ən çox işlətdiyim sözlərdən biridir. Bir insan özünün hədəfləri boydadır, ambisiyaları boydadır. Əgər bir insan hədəfi elə gedib orta ayda 1500-2000 manat alıb işləməkdirsə, bax sən o boydasan. Düzdür? Bəli, Və yaxud da Böyük İskəndər 19 yaşı var deyib bütün dünyanı işğal edəcək. O da insandır, sən də insansan. Düzdür ya yox? Və yaxud da bəli, tutaq ki, müasirlərimizdən götürək. Elon Musk da 21-ci əsrdə yaşayır, biz də 21-ci əsrdə yaşayırıq. Məsələn, Elon Musk'ın hər şeyi var da. Milyardları var. İndi gedib otura bilər. Heç axtarım, eləyim, elmi nailiyyətlər, zavod qurum, fabrik qurum, Marsa lift çəkim. Niyə düşünürsən? Qardaş, get belə də. Yəni, baxın, ona görə baxın, biz şəxsiyyət yetişdirmədiyimiz üçün belədir. Yəni, bəli, biz nə vaxt şəxsiyyət yetişdirməyə başlayacaqsa, bax, onda biz dövlət olaraq güclənəcəyik. Sizə bir sual verim, indi mən digər iştirakçıları görmədiyim üçün, onlar da özlərində bu sualları özlərinə verə bilərlər. Məsələn, biz hamımız orta məktəbdə Leyli və Məcnun keçmişik də, hə? bəli. Leyli və Məcnunu biz özümüz analiz eləmişik, yoxsa bizə kitabda kiminsə analizləri öyrədilib ki, məsəl üçün, Leyli burada bu obrazdaydı, Məcnun buydu filan. Biz özümüz heç oturub 5-6 nəfər, məsələn, analiz eləmişik ki, bu kimə lazımdır bu Leyli Məcnun? Biri desin, yox, lazımdır, biri desin, Məcnun doğrudan da dəli idi. Biri desin ki, ya ki, Leyli zamanının tam tabularına tabi olmalı. Yox, biz hətta analizi belə bizə əzbərlədirdilər də. Düzdür, Füzulinin Leylisində tam müthidir Leyli, Nizamidə biraz asi idi, üsyankar idi. Bunu mən analiz eləməliyəm. Mənim qavrama qabiliyyətim. Bizim təhsil sistemimiz də əzbərçilik üzərində oturuşduğu üçün əzbərçilik, məsələn, test üsulu əzbərçilikdir. Məsələn, mən bilsəm Bəli, ki, korrupsiya və rüşvət olmayacaq, mən bilsəm ki, ədalətli seçim olacaq, test sisteminin ləğv olunmasının tərəfdarıyam. Test əzbərçilikdir. bəli. Birbaşa Testdən, əzbərçiliyə dayanır. yəni test elə kim yaxşı əzbərləyirsə o qalib gəlir. Düzdür ya yox? Tarixləri, düsturları. Məsələn, sizə bir sual verim. Niyə bizim universitet imtahanlarında məsələn hesablayıcı maşından istifadə etməyə imkan vermirlər? Çünki belə deyək, köçürmənin qarşısını almaq üçün şəffaflığı təmin etmək məqsədi ilə, yəni Nəyin hesab edir. şəffaflığı? Qardaş, sən orada 8 vur 8-i onu öyrətmək istəyirsən, yoxsa Marsa çıxmağı öyrətmək istəyirsən? İndi Marsa çıxan alimlər 8 vur 8-i rəqəm üstündə eləyirlər, yoxsa hesablayın. Yəni bilirsiniz, bəzi məsələlər var ki, burada biraz qabağa baxmaq lazımdır. Məsəl üçün, Avropada bir çox məsələlərdə imtahan verəndə deyirlər ki, gətir bizim dildə şpargalka dediyimizi gətir əlindən oxu. Yəni qeydlərini elə. Biz məqsədi hesablayırıq, yoxsa yola hesablayırıq? Bizim məqsədimiz bilirsən nədir? Yola vurğunluq. Nəticə nədir? Bax, deyirsiniz, təhsilimiz inkişaf, burada belə elə. Mən sizə bir sual verim. Axırıncı, Nobel mükafatına namizədliyimiz hansı alimimiz olur? Elə birisini mən tanımıram məsələn, amma Bəs dünya Nobel, üzrə bəs tanınan olubdur. biz 40 ildə axı 30 ildən çoxdur müstəqillik filan. Hanı bu nailiyyət? Hanı bizim alim? Qoydum hər şeyi qırağa. Nobel mükafatını qoydum qırağa. Dünya səviyyəli neçə ixtiramız var bizim? Neçə Ə, nailiyyətimiz var? Yəni fikirləşin Lütfüzadə ki, falan o o Lütfüzadə də Cənubi İran, Cənubi Azərbaycan sonra gedib Amerikada. Yəni hanı bizim məsələn Yusif Məmmədəliyevlər filan hanı? Niyə yoxdur? Bax axı indi daha çoxdur nailiyyətlər, süni intellekt filan 5000. Yəni o da ondan asılıdır. Baxın biz uşaqlarımızı, gənclərimizi, tələbələrimizi o qədər yükləyirik ki, onların beynində bir şey var. Gedim imtahanı keçsin. bəli. Məsələn, sizə sual İmtahanda verim. maşallah. Mən sizə sual verim. Bu gün dünyanın ən varlı adamlarından biri Mark Zuckerbergdir də. Bəli, Facebookun yaradıcısı. Məsələn, Mark Zuckerberg Azərbaycana gəlsə, onu Mənzil Kommunal İstismar İdarəsində Azərbaycanda işə götürməzlər. Bilirsiniz niyə? Niyə? Diplomu Çünki yox. Diplomu bə- yox. Universiteti yarımçıq qoyub. Bax, heç qız da verməzlər ona. Diplomu yoxdur. Düzdür ya ə, yox? hətta Bax, diplomu olsa bax. belə təsdiqlədə bilməzdi burada. Yəni, yox. O görsə adam ikinci kursda atdı universiteti də Harvardda idi səhv eləmirəmsə. Bəli, Yəni, bəli, amma indi biz Zuckerberg'i axmaq deyə bilərik. yox təbii ki. Yəni, bax, görsən, nəticə odaqlı, nəticə hədəfli. Məsələn, kimsə biz məsəl üçün deyək də, siz heç təsəvvür edirsiniz Azərbaycan universitetlərində
elmi dərəcəsi olmayan hansısa bir kimsə gəlsin dərs desin. E, yox, minimum magistr təhsil olmalıdır, səhv Yəni etmirəmsə. Ayso, demək ki, Zuckerberg sabah gəlib Bakı Dövlət Universitetinin Riyaziyyat Fakültəsində kiməsə dərs demək istəsə, biz deyəcəyik ki, get işinlə məşğul ol. Düzdür ya yox? Bəli, bəli. Yəni Hə, bax, hərçənd bu ki, adamın təsirlə sərvəti Azərbaycandan çoxdur. hə də indi baxın, görürsüz bizim məqsədimiz uşaqlarımızın, tələbələrimizin yetişdirməsi deyil, yola vurğunluqdur. Pripiska var idi Sovet dövründə o yazma, güya hər şey olmadığı kimi görünür. O bizim hər şeyimizə sirayət edib. Hətta baxın, adi bir şey demirsə, biz həyatımızı belə sosial şəbəkələr üzərindən yaşayırıq. Əgər telefonumuz yoxdursa, harasa gedəndə üstümüzdə, məsələn istirahətə getmiş, ayda şəkilləri çəkib paylaşa bilməyəcəyik. Düzdür, konsertə gedirik, məsələn 150 manat pul veririk, konserti çəkib ekrandan konsertə baxırıq. Yəni müğənni qalıb sağ tərəfdə, sən ekrandan müğənniyə baxırsan. Nədir, heç kimə də lazım deyil o paylaşım sən. Yəni baxın biz insanlarımızı mən düşünürəm ki, izah eləmək lazımdır, danışmaq lazımdır. Bax lider deyirsiniz, lider həm də oturuşmuş o lazımsız, lüzumsuz tabulara qarşı çıxmağı bacarmalıdır. İzah edə bildim. Yəni tək o tabulara qarşı çıxmaq deyəndə də bizim bir liberal cəmiyyət var. Toy yadlarına düşür. Nə bilim, toy adət-ənənələrimiz, yas adət-ənənələrimiz, yengə filan bu dərdlər azarlar budur. Nə bilim, qadın, kişi bərabərliyi, gender bu deyil. Tabular bu deyil. Tabular həm də formalaşmış başqa şeylərdir. Məsələn, sən çıxıb deyə bilərsən ki, məsəl üçün deyirəm də, mən öz şəxsi həyatımı sosial şəbəkədə paylaşmıram. Bax, bu həm də formalaşmış tabuya qarşı bir mövqe sərgiləməkdir. Məsələn, sizə sual verim. Zuckerbergin uşağının şəkillərini görmüsünüz? Çoxu qoymurlar. Düzdür? Məsəl üçün, Görməmişəm mən məsələn. Yoldaşını onlar görmüşəm, Çinlidir, və deyəsən sonra Yaponiyada. Telegramın özü, bax, onların özləri bizim mobil telefondan istifadə eləmirlər evlərində. Yəni sadə o kamerasız filansız mobil telefonlardan istifadə edirlər. Öz evladlarını qoymurlar, saatla qoyurlar şeyə girməyə. Yəni mən demirəm imtina eləyə, amma hər şeyi balanslaşdırmağa yerinə, yəni dəbdir deyə gedək yox. Məsəl üçün lider insan həm də odur ki, özü dəb yaradır. Məsələn mən bizə bir şey öz şəxsi siyasi karyeramda bir nümunə gətirim. Məsəl üçün mənə sual verdilər ki, Lukashenko mı böyük siyasətçidir, yoxsa Zelenski mi? Yəni siyasətin sısından xəbəri olan Lukashenko baxın diktatordur, avtoritardır, filan da özü bilər. Zelenski də ay şovmendir, özü bilər. Amma siyasətdən gedirsə söhbət, biri 25 ildir, 30 il siyasətdədir, biri də kinodan siyasətə gəlir. Cavab nə olma? Əslində mən bizim xalqımızın Zelenskiyə kör-körana aşiqliyini bilirdim. Mən deyə bilərdim ki, təbii ki, Zelenski demokratikdir, filan da beşməkandır. Amma bu nə deməkdir? Bu sən artıq lider deyilsən. Sən kütlənin belə deyək də, o sahə Klub üzrə mütəxəssis psixologiyasına. olmayan kütlənin diktəsini qəbul edirsən. Amma biz, məsələn, mən dedim, Lukashenko məni linç elədilər, amma həqiqət də budur. Baxın, bu gün Ukraynanın vəziyyətə düşmə səbəbindən biri də odur. Bilirsiniz nəyə oxşayır? Fikirləşin, həkim gəlib, 5 dənə xəstəsi var və 5 xəstəyə iynə yazmalıdır. 5 xəstə deyir ki, həkim, bax, bizə iynə yazsan, səni linç eləyəcəyik. Bu da linç olmamaq üçün iynə yazmır, tabletka yazır xəstələri ki, gedin bundan. Onunla da sağalmaq olmaz. Bu nə dərəcədə düzdür? Hə? Bəli, Həkim məsələn absurddur. sizə resept yazanda sizin fikrinizi sorsa ki, Həsən bəy, şirin dərmanlar istəyirsiniz yoxsa acı dərmanlar? Ümumiyyətlə iynə vurdurmaq istəyirsiniz, istəmirsiniz, nə deyəcəksiniz həkimə? Deyəcəksin, qardaş, sən mənim fikrimi neyinirsən? Məni sağaltmaq üçün nə lazımdır? O Təbii ki. mütəxəssis sənsən də. Amma bizdə deyirlər, yox, hamı mütəxəssisdir siyasətdən. Hamı mütəxəssisdir. Yəni hamı hər şeyi bilir. Yəni, o baxımdan da o da qınamıram, cəmiyyəti də qınamıram. Məsələn, belə zəif iradəli siyasətçilər, filənlər, müəllimlər, filənlər olduqları üçün zamanında onlar da kütləyə hesablayırlar. Biz bunun ortaq həddini tapmaq, bir özümüzün deyirdiyi Azərbaycan yolu, bu iktidarın sevdiyi bir şey vardı. Azərbaycan sayağı demokratiya. İndi biz O da Azərbaycan maraqlıdır. sayağı amma sözün həqqi mənasında tapmalıyıq. Yoxsa məsələn hakimiyyətə xoş gəlir deyə yox. Hakimiyyət öz mövqelərini və yaxud da Azərbaycan sayağı təhsil, çünki bizim bir mental dəyərlərimiz var, özümüzə xas sevinclərimiz, kədərlərimiz var. Bizim təhsil sistemi, səhiyyə sistemi, buna uyğun siyasi sistem buna uyğunlaşmalıdır. Mən sizə nə demək istədiyim bir nümunə də gətirim. Biz gənc olanda Avropadan, Amerika, tutaq ki, Almaniya, Fransa, İtaliya biz
Gənclər Təşkilatında olanda treninqlər təşkil olunurlar və bu Avropa və Amerika ölkələrinin siyasətçiləri, gəncləri bizə gəlib müasir siyasi texnologiyaları izah edirdilər də. Güya indi biz banan dövlətiyik, bunlar gəlib bizə seçki falan öyrədirlər. İndi Bəli, təbliğat Məzahir müəllim təşkilat, öyrədirlər də özdə. hə? Özdə Məzahir müəllim öyrədilər, hansı ki Yox, Macaristana bizə dəvət Məzahir olunmuş. müəllimlərin ümidlərini üzüblər. Bizə, məsələn, Hə. müxalifətdəkilərə, gənclərə ki, siz gələcəkdə bax, siyasəti belə aparın, seçki ilə belə işləyin, imzanı belə toplayın filan. İndi təbliğat təşviqat dövründə gəliblər və deyirlər ki, baxın, partiyanızın emblemini konfetlərin üzərinə yapışdıra bilərsiniz, gödəkçələrin üzərinə yapışdıra bilərsiniz, qələmlərin üzərinə yapışdıra bilər və üzr istəyirəm ifadəmə görə qoruyucuların üzərinə yapışdıra bilərsiniz və öz Hı. partiyalarının şəkillərini qoruyucuların üzərinə yapışdırırlar. Biz orada onlara izah etmədik ki, qardaş, bu partiyanın şəklini, namizədin şəklini bunun üzərinə yapışdırıb Azərbaycanda paylasan, bəs eləyər sənə, siyasətdən çıx get. Yəni indi biz gəlin kopyalayaq, onların bütün hər şeyini kopyalayaq bura. Olmur axı. İndi biz deyəndə ki, Azərbaycan dəyərlərini nəzərə almalıyıq, deyirlər, izah edə bilir. Və yaxud da bizə belə deyirlər. Deyirlər ki, imza yığanda çalışın gözə gəlimli xanımlar olsun, mini ətəkli olsunlar, biraz açıq-saçıq ki, qapını döyəndə o seçicilər o qapını açsınlar onlara. Kişilər gəlib qapını döyəcəksiniz, qapını açıb sizə imza verməyəcək. Biz izah edəmədik ki, qardaş, biz onları göndərsək cəmaatın qapısına. Bizə hörmət nə olacaq? Yəni, baxın, həm siyasətdə, həm elmdə, həm mədəniyyətdə izah edə bildim. Bəli, Biz bəli, çox bunları maraqlı izah tətbiq idi. eləsək, yox, bu bütün sahələrdə belədir. Məsələn, fikirləşin, bizimkilər gedib İtaliyada opera oxuyurlar. Ay, İtalyan neynir sənin opera oxumağına? Hə, nə Bəli, qədər maraqlıdır ki, məsələn, Ülvi Qılınc opera oxusun İtaliyada. İtalyana Koroğlu maraqlıdır ki, operası. sən get saz oxu, muğam oxu, səni gözlə. İtalyan operanın yaradıcısı İtaliyada. Düzdür? Biz amma onlardan yaxşı olduğumuzu sübut. Sənin, bizim gözəlliyimiz bizim özümüzün olmağındadır. Bizim öz, baxın o bəyəndiyimiz, bəyənmədiyimiz adət-ənənələrimizdə, yaşam tərzimizdə, qohumlar arası münasibətdə, ailə arası münasibətdə, təhsil sistemində. Baxın, Azərbaycan təhsil sistemində də şiddət. Amerikada, Avropada şiddət ola bilər. Azərbaycanda bax, mən bir dəfə gəldi, bizim bir qəddar müəllim var idi, döyməklə arası yaxşı idi. Mən valideynim gəldi, indi standart söz vardı, əti sənin də sümüyü mənim ifadəsini işlətdi. Valideynim qapıdan çıxmamış başımı yazı taxtasına bir dənə qoydu ki, müəllim. Amma indi mən gedib evdə desəydim ki, müəllim mənim başımı yazı taxtasına vurdu, evdə də bir dənə başımı divara vuracaqdılar ki, sən nə qələt eləmişdin ki, müəllim səni döydü. Düzdür ya yox? Yəni bu şərqdə, məsəl üçün deyək də, şərqdə müəllimin vurduğu yer cəhənnəmdə yanmaz. Bu anlayış var bizdə. Amma Avropada ola bilsin başqa cürdür, Amerikada başqa cürdür. Və yaxud da başqa bir şey deyim. Bax, fikirləşin, biz küçədə yeriyirik, gedirik. İndi mövzunu dağıtdım, düzdür, hardan hara gəldik. Məsələn, balaca bir uşağa, balaca bir körpəyə çıxarırsan, konfet verirsən ki, nə gözəl uşaqsan, yanağından da bir belə qayçı alırsan, valideyn deyir, çox sağ ol, sən də ona deyirsən, Allah saxlasın filan, gedirsən. Avropada bunu eləsən, səni həbs eləyərlər. Düzdür ya yox? Bəli, eləyərlər. Və yaxud da valideyn gələr deyir ki, sən mənim uşağıma niyə konfet verdin? İndi biz gəlin Avropanı köçürdək bura. Hamı soyuq, qonşu qonşunu tanımır, bir-birimiz. Yəni, baxın, idarəçilikdə, təhsildə, səhiyyədə, liderlikdə hamısı da birinci özünü dərkdən keçir, özünü dərk eləməkdən keçir, özünü qəbullanmaqdan keçir. Baxın, bizim başımızın üstündə loqo var da. Bəli. Görürsünüz, 8 gülşə əmələ gəlib. Baxın, o loqoda çox adam bilmir ki, biz əfşarlar, belə deyək də, tayfasının damğasıdır. Bax, mən niyə götürüb Avropanın, nə bilim, çələngini, nə bilim, alovunu filanını tətbiq eləməliyəm? Mən özüməm də, hə? Oraq çəkicini niyə götürməliyəm, məsəl üçün deyək. Düzdür, siyasətdə də özümüz olmalıyıq da. Əlbəttə, yəni hətta deyəsən o yanar işarə də var da, o 8 O güşəli. Osmanlıdır. Bax, Hə, bizdə ortadakı Osmanlının laləsidir, ətrafındakı əfşarların damğasıdır. Yəni biz Osmanlını da, əfşarları da özümüzünkü bildiyimiz üçün, yəni həm də baxın, Türk İslam dünyasının ən yaxın olduğu dönəmlər, yəni bilirsiniz, Türk İslam dünyasını bölən amillərdən biri Sünni-Şiə yanaşmasıdır. Və Nadir Şah Əfşarın dönəmində şiəliklə sünniliyi yaxınlaşdırmaq üçün xüsusi bir xətt yürüdüldü.
Hətta Cəfərli adında 5-ci bir məzhəbi, məsəl üçün sünni dediyimiz dünyaya qəbul elətdirmək üçün addımlar atdı ki, bu ayrılığı aradan qaldırsınlar. Yəni ona görə biz həm də Türkistan dünyasının birliyini ehtiva eləmək üçün belə deyək də, sünni türklərin ən böyük dövləti olan o dönəm Osmanlı və Şiə nə deyək, Şiə türklərin ən böyük dövləti olan Əfşarların birgə loqotipini. Yəni biz öz həyatımızda da bunu tətbiq edirik. Çalışıb məsələn müsahibələrimizdə də, fikirlərimizdə də bunu deyirik. Yəni lider odur ki, öz doğrularını deməyə bacarsın. Həqiqətlərini, o səhv ola bilər, düz ola bilər. Və mən düşünürəm ki, kimsə hansısa sahədə lider olmaq istəyirsə, öz fikirlərindən qorxmalı deyil. Öz fikirlərini müdafiə eləməyə hazır olmalı. Bana siz deyirsiniz ki, biz siz dəvət edəndə bəziləri deyir, o müxalifətdir, filandır. İndi fikirləşin, siz bunu hələ kənardan və nəzərə alsaq ki, bu bir dialoq Bəli. mühiti yaradıldı və iqtidar-müxalifət münasibətləri nisbətən yumşaldıldı, düzdür? İndi fikirləşin, mən 25 ildir müxalifətəm və sizin hətta bir webinarda aldığınız riskləri mən və danışıq. Onda biz imtina eləyərdik də. Məsələn, dönəm-dönəm biz yapa keçid eləsəydik, indi kifayət qədər böyük vəzifələrdə idi, məsəl üçün deyək. Amma Ən azından onda dadlıq var idi da. yox, mən sizə bir adlar çəkərəm, indi çəkmək istəmirəm. Zamanında bizlə müxalifətdə olublar, sonra mövqe dəyişiblər, nazir vəzifələrinə qədər qalxıblar, təzədən istefaya gediblər, indi təzədən yenidən vəzifəyə gəlirlər. Bizim üstümüzdə 2-3 dəfə artıq gedib gəlirlər. Yəni, mən onları qınamıram. Amma məsələ orasındadır ki, bir mövqe də olmalıdır. Axı, sənin də bizi cəmiyyəti həm də mövqeyli insanlar, belə deyək də, inkişaf elətdirir. Məsələn, hamımızın çox sevdiyimiz Rəsulzadə və dostları. Məsələn, Rəsulzadə və ətrafı 15-20 nəfər idilər də. Amma həmin dönəmdə Azərbaycan əhalisinin ümumi sayı 2 milyon, 3 milyon civarındaydı da. O dönəmin neçə adamını tanıyırıq? Rəsulzadə və dostları. Amma baxsaq görərik ki, Rəsulzadə və dostları həmin dönəmin ən çox repressiyaya məruz qaldığı insanlar idi. Oxuduqları yerdə, yaşadıkları yerdə, Rəsulzadə qaçdı, İranda yaşadı, oradan, oradan. Düzdür ya, yox. Oxuduqları seminariyadan qovuldular, gəldilər Türkiyə filan. Amma bax, bunu da eləməyəndə nə cəmiyyəti inkişaf elətdirə bilirsən, nə özünü inkişaf elətdirə bilirsən. Yəni, həqiqəti deməyə bacarmaq lazımdır, həqiqətin uğrunda savaşmağı bacarmaq lazımdır. O zaman lidersən. Lider şərt deyil ki, milyonların lideri olasan. Elə öz 4-5 nəfər dostsunuz və sən onların içində onları yönləndirə bilirsənsə, bu və ya digər sahələrə müsbət anlamda sən lidersən də. Elə şərt deyil ki, prezident olasan, nazir olasan, deputat olasan, partiya sədri olasan. Təbii ki, imkanın varsa, resursların varsa o. Yəni, o baxımdan mən lider sözünü ümumiyyətlə bir belə deyək də, nə deyək, tam qəbul eləmirəm. Yəni, nisbi anlayışdır lider. Çünki məsələn, biz partiya rəhbəriyik də. Məsələn, mən olub ki, gedib kənddə hörmətli bir adamdan xahiş eləmişəm ki, sən canım, burada kənddə sən hörmətlisən, bu kəndə denən ki, bizim namizədə səs versin. İndi mən liderəm, o liderdir. O kənddə o liderdir də. Mənim sözüm eşitmişsədir ki, bunu ağız açmazdım da. Özüm birbaşa kənd cəmaatına çıxış eləyərdim ki, ay cəmaat, bizim namizədə səs verin. Düzdür, yox. Yəni, biz bu məsələlərdə liderlik nisbi anlayışdır. Hər öz sahəsində lider. Məsələn, mən siyasi sahədə hansısa bir partiyanın lideri ola bilərəm. Amma sabah böyrəyim ağrıyanda mənəm lider, yoxsa mənə bunu yemək olar, bunu içmək olar, bu iynəni elə deyən həkim liderdir. Məncə həkim liderdir. Yəni, o baxımdan hər kəs özünə lider kimi baxsa, özünün sayğı ilə yanaşsa liderdir. Mən bizim əvvəlki partiyada, yəni mən 2000-ci ildə partiya yazılmışam, 18 yaşım tamam olan günü. Və mənim ilk vəzifəm partiyanın ən balaca strukturu özəkdir. Yəni 5 nəfərin yaratdığı. O 5 nəfərin içində bir sədr olur, bir mavini olur, bir xəzinədar olur. Elə bilin ki, mən xəzinədarlıqdan başlamışam və mən, baxın, özümü böyük vəzifəli bir adam kimi hiss edirdim və özümü bir lider kimi hiss edirdim. 5 nəfərin ikisinin lideriyəm də. Elə ona görə Musavatdan ayrıldınız da, hə? Yox, ayrılanda artıq mən Musavatda 3 nəfərdən biri idim. Yəni, ən başdakı 3 nəfərdən biri idim. Və sadəcə olaraq orada artıq gördüm ki, bilirsiniz,
İndi sualınıza cavab vermişkən deyim, bir çoxları elə bilir ki, mən orada sədr seçilmədim deyə oradan çıxdım. Yox, mən sədr seçilməyəndən 2 il sonra orada qalmışam, 2 il müddətinə. Baxmayaraq ki, mən orada sədrliyə namizəd verdiyim müddətdə olduğum bütün vəzifələrdən məni kənarlaşdırdılar. Yəni baxmayaraq ki, o vəzifələri məndən yaxşı icra edəcək heç kim yox idi. Sırf o rəqabət, amma mən partiyaya illərimi vermişdim və mən 2 il öz partiyamda qaldım ki, sədr bir nəfər olar, seçildi də bu. İndi şərt deyil ki, mən olum. Amma artıq gördüm ki, onlar imkan vermək istəmirlər. Yəni mən orada qalım, fəaliyyət göstərim, mübarizəm aparım. Onların davası iqtidarla olmadı, bizlə oldu. Mən də dedim, qardaş, mən müxalifət iqtidarla savaşar, bir-birindən yox. Ona görə sakitcə 2 il sonra gördüm ki, heç bir imkan yoxdur və potensialımız orada heyf olacaq. 2 il sonra ayrıldıq. 5-6 dostumuzla. Siz o dönemin media qəzetlərinə filanlarına baxsanız görərsiniz ki, haylı, küylü, yüzlərlə adamla çıxmadım mən. Elə 5-10 nəfər öz dostumla ayrıldım və bugün ayrıldığımız partiyadan ən az 5 dəfə güclü partiyayıq biz. Yəni Ha, məncə hər ikinci partiyasız da az qala, yəni mən bildiyim qədərlə. Yəni elə deyir, indi bilirsiniz, Həsən bəy, onu da qeyd edeyim, bilirsiniz, göstəricilər olmadığı üçün, baxın, indi siz də namizəd verin, mən də namizəd verim, bir 10 namizədi bir dairədən, bir deputat seçiləcək. Nə qədər ki, Məzar Pənahovu oradadır, hamımız deyə bilərik ki, mən seçilmişdim. Niyə? Çünki ədalətli seçim yoxdur, izah edə bildiniz. Bir dəfə ədalətli seçim olsa, siz də öz yerinizi biləcəksiniz, mən də. Düzdür, ya, 10 nəfəri ədalətli seçki oldu. Türkiyədə necə deyirlər? Məsələn, Davutoğlu danışanda deyirlər, sən 2,5% qədər danış. Səsin o qədərdir. Düzdür, ya, yox. Bizdə amma, məsələn, bugün mən də partiya sədriyəm. Bir özü və tutaq ki, həyat yoldaşı üzv olduğum partiya sədri də partiya sədridir və mən heç bir kriteriya ilə durub ona deyə bilmərəm ki, mən səndən böyüyəm. Düzdür, indi partiyalar haqqında yeni qanun qəbul olunandan sonra biz 5000 üzv o olmalıdır da minimum deyəsən. siyahı məsələsi biraz hər kəsi yerbəyer elədi. Dünənə qədər, məsələn, mən sizə bir rəqəm deyim də, biz 10.001 nəfər təqdim elədik, Müsavat Partiyası 5300 nəfər təqdim elədi. İndi deyə bilərikmi ki, kim böyükdür, kim pis. İndi göstərici odur hər halda. Və yaxud da sosial şəbəkələr. Yəni inşallah mən güman edirəm ki, ədalətli bir Bəli, inşallah seçim yəni olacaq. dönəmi gələr. Hər kəs öz yerini bilər. Mən də görərəm, bəlkə mən özüm üçün məsələn şişirtmişəm ki, yox, bizdən böyük partiya yoxdur filan. Sonra seçki olacaq, reallığı görəcəm ki, yox, sən demə biz axırdan birinciymişik. Öz üzərimizdə başlayacağıq işləməyə. Düzdür ya? Yox. Amma indi hamımız arxayınıq, hamımız oturmuşuq ki, biz birinciyik, biz ikinciyik. Danışır, kimin səsi gür çıxdısa, o güclüdür məsəl üçün deyə. Yəni Ya amma kimin inşallah reytinqi mən əminəm çoxdursa, ki, hə. zamanla bunlar düzələcək. Vaxt var idi biz partiya olaraq gedirdik pul əlimizdə, ofis belə bizə vermirdilər. Çayxanaya girirdik ki, qardaş çay ver, dedi, biz çay vermir. Niyə? Sahib vəkili tapşırıb ki, burada müxalifətçilər yığılır. Mənim başıma deyir, qardaş bizim pulumuz puldur da, orada yazılmır axı müxalifətçi bu. Deyir, qardaş siz Allah mənə problem yaratmayın. Yəni biz bir mənada siyasəti daş dövründən başlamışıq. O mağarada daş dövrü var. Bax biz Bəli, Azərbaycan bəli. siyasəti Elə az əvvəl 19-cu ildən dediyiniz daş kimi də dövründən başlayır. yəni banan dövləti kimi qəbul edirdilər. Ona görə belə məsləhətlər veriblər də. Yəni belə eləyin, elə eləyin. Amma indi isə Tural bəy Bir dəfə mən mövzumuza hətta mən sizə bir şey bəli. deyim. Baxın, hörmətli Həsən bəy, demək bir dəfə mən bizə yenə gəlib Almaniyadan, bizim də indi var 25-26 yaşımız, Almaniyadan gəliblər və bizə təbliğat təşviqat öyrətdilər. Öyrətməyə gələn də onların gəncləridir və mən soruşdum, qardaş, sizin neçə yaşınız var? 18-19, hərəsinin yaşı var. Dedim, Hı hı. sizin partiya təcrübəniz nə qədərdir? Dedilər, 1 il, 2 il, 1 il 6 ay. Dedim, qardaş, burada oturanların hamısının 25-26 yaşı var. Ən az partiya təcrübəsi olanların da 10 il partiya, 10 il deyək, bir 8-9 il partiya təcrübəsi var. Siz bizə nə öyrədəcəksiniz? Ya onların gözündə biz bilirsiniz necədir? Siz necə deyirlər? Məsəl üçün, bu bültendir, burada adlar yazılır. Bu yemək üçün deyil, ha, bu kağızdır. Az qala bu səviyyəyə bizi, onların gözündə, vallahi ciddi deyirəm, biz o səviyyədəydik. Yani bu qələmdir, qələmlə yazı yazanlar deyir, qardaş siz neyinirsiniz, nə danışırsınız burada? Yəni təəssüf ki, biz o dönəmləri də gördük. Niyə? İndi nəysə. Hə. İndi isə Tural bəy, deməli mən müəllimlərə nə tövsiyə edəcəksiniz onu deyəcəm. Sonra isə müəllimlərin sizə sualı olacaq, onları da cavablayarsınız. Müəllimlərə siz nə tövsiyə edə bilərsiniz indən belə? Yəni indiki təhsil sistemində nə etsinlər, necə belə deyək də baş çıxartsınlar?
Valla müəllimlərə mən tövsiyə verəcək statusda özümü hesab eləmirəm. Çünki müəllim doğrudan sözün həqiqi mənasında yüksək bir anlayışdır. Məsələn, mən indi də kim olur olsun, vəzifəsi nə olur olsun, öz müəllimini görəndə hörmətlə yanaşır, sayğı ilə xatırlayır, onu böyük kimi hesab edir. Bax, müəllimlər, mən tövsiyə üçün demirəm onlara, yəni biz tövsiyə belə biraz böyük çıxır. Özüm müəllim olsaydım, özümə tövsiyəm olardı ki, müəllimlik adını, statusunu qorumaq lazımdır bir. Bilirsiniz, müəllim dəyərli bir şeydir. O müəllim adı, statusu, hörməti, qayğısız, sevgisi onu qorusunlar. İki də özləri şəxsiyyət yetişdirsinlər. Yəni özləri bilirsiniz deyir liliputlar arasında hündür görsənməyə çalışmasınlar. Bir insanın əsəri özünü keçəndə o daha böyük olur. Düzdür ya yox? Bir müəllimin şagirdə gələcəkdə akademik olursa, bax onda o müəllimdir. Düzdür? Çünki özündən daha böyüyünü yetişdirir. Müəllim özünə, müəllimliyinə, şəxsiyyətinə hörmət eləməlidir və özündən daha böyük şagirdlər yetişdirməyə çalışmalıdır. Necə ki, məsəl üçün Aristotel, İskəndəri, Axşəmsəddin filan tarixdə var da nümunələr. Niyə biz o müəllimləri tanıyırıq? Çünki onların yetişdirdikləri şagirdlər onlardan böyük oldu. Yəni hansı anlamda? Düzdür, məsələn İskəndərdən Fatih, Məhəmməd Fatihdən sorsa deyərlər, yox, müəllimlərimiz daha böyükdür. Yəni bax bu şuurda olandan sonra valla o savad, bilik onlar gəldi, keçərdi. Onlar məsəl üçün deyək də müəllim gedib axşam evdə oxuyub, səhər gəlib o dərsi danışa da bilər. Amma şəxsiyyət yetişdirmək, insanlara hörmətlə yanaşmaq, mənim xatirimdə indi bilmirəm nə dərəcədə. Məsələn, biz ağır dönəmlərdə orta məktəb oxuyanda, mən 89-cu ildə orta məktəbə başlamışam, 89-da və 99-da da bitirmişəm. İndi fikirləşin, 89, 90, 91, 92, 93-cü illəri fikirləşin. Həmin o köhnə sistem dağılıb, təzə sistem yaranıb, kitab yox, dəftər yox, kasıbçılıqdır, geyim yox. Mən müəllimlər tanıyıram ki, öz evladlarının, məsəl üçün, artıq olan kutka deyək, gödəkçələrini gətirib şagirdlərinə hədiyyə edirdilər. Və yaxud da öz maaşlarından gedirdi, ayaqqabı alırdılar, şagirdlərə hədiyyə edirdi və utandırmadan, sakit, xəlvəti şəkildə elə formada verirdilər ki, o şagird utanmasın digər şagirdlərin yanında. Heç bilməsinlər ki, o müəllim gətirib ona tam ki, hədiyyə, ayaqqabı verib, gödəkçə verib. Və yaxud da hansısa müəllim gedirdi, məsələn, dəftər, kitab alırdı, hansısa o imkansız uşağa hədiyyə edirdi. Bizə onu da başqa adlarla verirdi. Onun qürurunu qırmadan, onun qürurunu sındırmadan. Yəni, bax, bunlar da müəllimdir. Uşağa dərs öyrətməyib, hazırlığa gəl orada öyrədəcəm deyən də müəllimdir. İndi düzdür, bizim nazir deyir ki, bir saat dərs deyənə müəllim demək olmaz. Amma valla bizim elə müəllimlərimiz olub ki, cəmi 2 dəfə bizi gəlməyən müəllimin yerinə əvəz ediblər. Biz hələ də o müəllimi xatırlayırıq, hələ də o müəllimi Amma mən bağçadan, özümdən deyim, bağçadan. Mən bağçaya getmişəm 87-ci ildə, 87-88-ci ildə. Bilmirəm, onda siz doğulmuşdunuz ya yox? Yox, SSR dönəmi idi. Hə. Bax 87-88-də mən bağçaya gedirdim. 5-6 yaşımda. Bizim 2 müəllimimiz var idi. Müəllimin biri biraz belə deyək də kapitalizm meyilli müəllim idi həmin dövrdə. Elə alver filan. Biri də Spekulyant idi yəni. Hə, bax mən 6 yaşımda, 7 yaşımdakını xatırlayıram. İndi 43 yaşım var mənim. Görün neçə il bundan qabaq olub hadisə. Və müəllimin biri nə edir? Bilirsiniz də bağçaya gedəndə hamı evdən yemək qoyurdu. Kimin nəyi varsa, məsələn, oradan yemək verirdilər, amma onun üçün yarısında yemək. Müəllimin biri belə edirdi. Saat 12 ya 11-də indi yadımda deyil. Deyirdi, hamı açsın, evdən gətirdiyi yeməkləri yesin. Hamı açırdı evdən nə gətiribsə, indi meyvə, yəni nəsə tutaq ki, indi konfet, şokolad, nəsə indi başqa yeməkdir. O açırdı, stolun üstünə qoyurdu, hərə öz yeməyini yeyirdi. O bir müəllimsə nə edirdi? Deyirdi ki, hamı evdən gətirdiyi yeməkləri gətirsin. Hamı gətirdiyi yeməkləri yığırdı müəllimin qabağına. Hətta bir Sonra tikəmiz müəllim var, onun kimi yeməlidir misalı da. Yo, elə deyil. O müəllim sonra nə edirdi? Hamı gətirirdi, meyvə, şokolad. Sonra o uşaqlar arasında onu bərabər bölürdü. Bax o nə gözəl Yəni təşəbbüs orada idi. evdə yemək gətirməyən uşaq qalmırdı. Fikirləşin, indi evdən yemək bir masa deyək də, dərin masa ətrafında 4-5 uşaq otururdu da. İndi qrupda da olurdu 20-25 uşaq tutar ki. 4-5 uşağın içindən fikirləşin, ikisi yeyir, ikisi gətirməyib evdən işinə.
Onlar yeməkdən başqa onlar orada artıq pərt olurdular, utanırdılar da. Uşaqdır bax, üçü yeyir, biri onlara baxır. İndi uşaqdır da o uşağın kafası başa düşmür, axı ona da vermək lazımdır, bölüşmək lazımdır. Və yaxud deyir, sən niyə gətirməmisən? Düzdür yəni. Amma o müəllim elə olmasın deyə hamısını yığırdı bütün yeməkləri. Meyvələri, yeməkləri, konfetləri, indi o dönəmlər üçün konfet, şokolad tapılmaz bir şeylər idi, meyvələr. Bölürdü və bütün uşaqlara bərabər. Və orada artıq yemək gətirən, gətirməyən, meyvə gətirən, şokolad gətirən, adi bir, nəsə bir konfet gətirən arada fərq olmurdu. Və mən sizə əmin edirəm ki, baxın, o müəllimin dönəmində içimən qarşı bütün uşaqlar bir psixoloji, mənəvi rahatlıq yaşayırdı. Ona görə yox, biz yemək yeyəcəyik, nəsə yeyəcəyik. Ona görə ki, baxın, ayrı seçkilik olmayacaq. İzah edelim, kimsə kiminsə yanında utanmayacaq, kimsə qızarmayacaq. Bu da müəllim idi, amma o biri də müəllim idi ki, bizə deyirdi, yatın ki, mən orada paltar tikirdi, satırdı. O vaxt paltarlar var idi, onun üzərindən muncuqlar tikirdilər, daha baha satırdılar. Onunla məşğul idi. İndi, baxın, şagirdlərin yadında müsbət mənada qalmağa çalışmaq lazımdır. Şəxsiyyət olub, şəxsiyyət yetişdirməyə çalışmaq lazımdır. Yəni, insanları əzərək, onları aşağılayaraq böyük adam olunmaz. Yəni, ona görə Yəni məncə müəllim, yəni, mən müəllim olsam belə olardım. Yəni, yenə deyirəm ki, hansısa müəllimlərə tövsiyə verəcək statusda özümü hesab eləmirəm. Tural bəyə kimin sualı varsa buyurub verə bilər. Adətən rəyləri oxudum, yəni hamısı sizi tərifləyir. Yəni daha çox Sağ olsun. yəni tərifləyirlər, sizin sözlərinizi qızılla eyni səviyyədə qiymətləndirirlər. Onu çəkin, qramına çəkin, sonra mənə də ötürərsiniz 5-10 manat. Qızılın da qiyməti artıb bilirsiniz. Bəli, bəli. Yəni rəylər baxdım, yəni ancaq təriflərdir. Belə görürəm sualı yoxdur. Tural bəy, Sual axşamınız, var. axşamınız xeyir Həsən müəllim. Hər vaxtınız xeyir. Ailəniz xeyir. Özünüz təqdim edin zəhmət olmasa, sonra sualınızı deyin. Buyurun. Yəni bilmək istədim ki, səsim gəlir yoxsa yox? Gəlir, Axşamınız gəlir. Gəlir. ay çox gözəl bir təlim keçirdiyiniz üçün var olasınız. Həsən bəy, Aytaç xanım, dəyərli insanlar var olasınız ki, Tural Çox bəy də sağ olun. dəvət elədiniz. Çox sağ olun. Allah sizdən razı olsun. Çox sağ olun dəvət elədiniz. Tural bəy bizim iç səsimizdir. Tural bəy bizim iç səsimiz. Tural bəy, sizi nazir görmək istəyirik inşallah. Həqiqətən buradan sizin çıxışlarınızı mən tez-tez paylaşıram YouTube-da. Çox sağ olun, var olun. Var olasınız. Yaxşı ki varsınız. Doğrudan deyirsiniz. Tamamilə düz buyurursunuz. Mən orada sizə rəylərdə yazmışam sözləri. Həsən bəy oradan çəkib skrin edib sizə göndərə bilər, baxarsınız. İnşallah. Yəni səmimi sözdür də. Yəni biri var elə belə, yəni söz xətrinə olsun, amma mən yəni ürəkdən gələn sözlərdir. Yəni mənlə Çox hər sağ kəs olun. razıdır. Yəni bu olanlardır ki, sizə deyirik. Bizə belə dəyər verirsiniz. Mən 2 ildir sertifikasiyadan nazirin yəni bu keçirdiyi imtahandan necə deyim, haqsız olaraq işdən kənarlaşdırmışam 2 ildir. Amma inanırsınız bu il, yəni istəsiz mən onu çəkib göndərə də bilərəm sizə, hər kəsə göstərə bilərəm. Bax bu gün mənə şagirdlərim, bu gün də şagirdlərim axtarır məni. Yəni siz indi danışdınız, mən daha da ürəkləndim ki, mən o qədər xoşbəxt bir müəlliməm ki, axtarılan müəlliməm. Demək ki, 2 ildir mənim şagirdlərim axtarırsa, mən deməli o sizin dediyiniz o lider müəllimlərdən özümün də üstün olaraq şagirdlər yetişdirmişəm. Mənim şagirdlərim bu dəqiqə uşaq hazırlaşdırılır, reklam edir. Yəni nə bilim harda, yəni müdavimləri var. O qədər sevinirəm ki, onları görəndə ki, yəni siz deyən kimi bayaq dediniz, müəllimdən üstün olmalı, yəni onun yetişdirmələri. Yəni biz də ondan fəxr edirik əlbəttə ki, düzdür, heç bax utanmıram da, pis olmuram da. Müəllimlər çox pis oldu, utandı. Nazirliyə getdik dəfələrlə şikayət elədik, çox utandılar ki, ay belə utanıq. Mən hələ də deyirəm ki, heç vaxt başım dikdir. Çünki niyə görə? Sizin o danışdığınız sözlər var ha, onlar hamısı məndə vardı, yəni həqiqətən. Bütün müəllimlər də onlar hamısı başın dik saxlasınlar doğrudan da bizim zəhmətimiz yeyilsə də, yəni illərimizin zəhmətin Tərənə xanım, təşəkkür edirik. Sizə vaxtımız azdır. Digər müəllimlərin də sualı var. Mən bir şey deyim, qısa deyim. Bilirsiniz, baxın, mən ümumiyyətlə bu sertifikasiya məsələsinə yanaşmada biz burada qırıcı olur. Mexanizmin özü qırıcıdır. Mexanizmin özü bizim yəni müsəlman Şərq Azərbaycanına yaraşan deyil. O qərb yanaşmasıdır. Yəni sən belə deyək də əzbərlədiyin qədər müəllimsən, əzbərlədiyin qədər insansan. Elə deyil. Yəni bilirsiniz,
bunu elə formada eləmək olar, elə formada keçirmək olar ki, müəllimlər niyə bir-birinə məsələn yığdıqları bal qədər orada yanaşmalıdır? Məsələn, Einsteynə sual veriblər ki, neçə düstur əzbər bilirsən? Deyir heç birini. Niyə deyib bir şeyə ki, mən dəftərdən baxa bilirəmsə, onu niyə yadımda saxlayayım? İzah edə bildim. Ya bizə isə Bəli. müəllimlərə deyirlər ki, gedin əzbərləyin. Qardaş, sən müəllimin nəticəsinə bax, yetişdirdiyi tələbəyə bax, neçə universitetə necə qəbul olub, imtahanları necə yetişdirdiyi insan. Yəni müəllim adını mən bir şey deyim sizə. Bilirsiniz, müəllim adını dövlət vermir. Müəllim adını şagirdlər verir. Əgər sənin şagirdin varsa və səni görəndə ayağa qalxırlarsa, sən müəllimsən. İstəyir sənin diplomun olsun, istəyir olmaz. İstəyir işlə, istəyir işləmə. Yəni bilirsiniz o nazirin fikri də çox üzr istəyirəm, çox nə deyim, yersiz və çiy fikir idi ki, bir saat dərs deyənə də müəllim deyirik, deyir, 10 saat dərs deyənə də müəllim deyir. Mənim tanıdığım müəllimlər var, müdür tanışıdır, 40 saat dərs verir, məsəl üçün. İndi o daha savadlı müəllimdir. Ya da bir cavan müəllim var, dayısı yox, əmisi yox, bibisi yox, az dərs veriblər, bu pis müəllimdir. Yəni bilirsiniz, o göstərici də o deyil, o olmamalıdır. Təəssüf ki, baxın o bizim elə nazirin özü də təəssüf ki, lider olmaq istəməyib deyə elə kopyalamaq, copy paste. Məsələn, Avropada nə görmüşük, onu kopyalayaq, bura tətbiq eləyək. Elə də olmur. Yəni biz siz Azərbaycana uyğun yanaşmaq lazımdır. Məncə də. Yəni həqiqətən deyirlərdi, bizdə də müxtəlif formatlara keçir. Xüsusilə də xarici praktikaya belə deyək də daha çox tələb və ehtiyac duyurlar, amma siz deyən kimi öz metodikamızı yaratsaq daha gözəl olardı. Kompleksimiz var da, bizim kompleksimiz var. Bilirsiniz, yenə deyirəm, baxın, bizim təbiblərimiz olub. Mənim babam təbib olub. Məsəl üçün, indi el arasında təbib deyirlər, o otlarla, ələflərlə, filanla müalicə edən filan. Diplomu olmuyor, bir şey olmuyor. O kəndin nabzında sağaldıb. Düzdür ya, yox. Amma indi kağızın yoxdursa, sən həkim deyirsən. Kağızın varsa həkimsən. Nə bilirsən, nə bilmirsən, önəmli deyil. Yəni, o məsələləri tənzimləsək daha gözəl olar. Məncə inşallah tənzimləyəcəyik. Müxalifətin də işi budur ki, bunları danışsın, desin, tənqid eləsin, bu proseslər həll olsun. Yoxsa çətin həll olar. Tural bəy bir nəfər də rəy yazıbdı. Rəy uzundur deyənə tam oxumayacağam. Yəni rəyindən belə başa düşdüm Buyurun. ki, sizi nazir olaraq görmək istəyir. Yəni əvvəlində rəy sizi tərifləyir, amma sonda da nazir olaraq görür. Da mən bilmirəm sizi hansı sahədə nazir olaraq görmək istəyirlər. Valla İnşallah ki, siyasət, bilirsiniz, mən sizə bir şey deyim bəy. Baxın, birinci şəxslər siyasi vəzifələrdir. Yəni birinci şəxsin işi, məsələn, təhsil naziri, xarici işlər, bunların işi o prosesi aparmaqdır. Məsələn, görürsünüz, hətta ən spesifik naziri, məsələn, müdafiə naziri də, hərbi, silah filan. Amma orada belə dünyada bütün böyük əksəriyyət nazirlər mülki şəxslərdir. Yəni heç hərbidən anlayış, bax, hərbidən anlayışı olmalıdır kim qərargah rəisinin. İzah edə bildim nə demək istəyirəm. Amma mülki şəxs, müdafiə naziri siyasi fiqurdur. İndi təhsil naziri də siyasi fiqur olmalıdır. Yəni o təhsil siyasətini yürütməlidir. O mütəxəssisləri yığmalıdır. Məsəl üçün deyək, 60 illik müəllimi, 60 illik deməyək də, tutaq ki, bir 65-70 yaşı var müəllimin, bu demək 40 illik, 45 illik bunun təcrübəsi var. Onları yığıb bir mexanizmini soruşmaq lazımdır. Sizin təcrübədən illərdir müəllimsiniz, dərs keçmisiniz. Hansı mexanizm bizim şagirdlərə uyğun olar? Uşaqlarımız hansı formada daha yaxşı qavrayırlar? Hansı formada uşaqlar dərsə, məktəbə sevinə-sevinə gəlirlər? Məsələn, bizdə məktəblərə uşaqlar necə gedir? Elə bir işə gedirmiş kimi. O qul fəhlələr necə gedir? Səhər 9, səhər 9-da 8-də dərs olmaz. Qardaş, mən başa düşmürəm. Özüm də getmişəm. Biz bir dəfə bunu da hətta deyim. birincilər saat 6-da gedirdi, səhv etmirəmsə, Baxın, səhər mən sizə bir şey 6-7. deyim. Bir dəfə demək, bu təbliğat təşviqat dönəmidir. Deməli, biz də səhər saat, indi qış vaxtıdır, 6-da, 7-də qalxmışıq və rayona gedəcəyik. 2-3 rayona arda-arda gedəcəyik deyə tezdən qalxmışıq ki, rayonlara çataq, orada təbliğat təşviqat işini görək, geri qayıtmaq. Biz indi fikirləşin, yekə-yekə kişilərik, minmişik maşına, hamımız yuxulu-yuxulu, biri gözünü ovoşdurur, biri büzüşüb yatır, biri sürücü zorla. Baxırıq ki, balaca-balaca uşaqlar, sumkalar belində, bütün küçə boyu yeriyirlər. Biz də
deyən nə deyim, yekə kişilər. Ha bu yetim yazıq 6 yaş, 7, 8 yaşlı uşaq səhər tezdən bu nə oxuyacaq? Bu nədir? O belə olmaz axı, belə olmamalıdır axı. Nə zülm düşüb axı. Sən illa da onu nə öyrədəcəksən? Bax, həm də dərs yükü dediyimiz o qədər şey öyrədirlər ki. Həsən bəy, siz ixtisasınız nədir? Mühəndislikdir mənim ixtisasım. Fizikada. Mesela kimyanın neçə elementi var Mendeleyev cədvəlində? İndi E, kimyavi Son sual verin. sonuncu Hə. element erməninin adına da arseniyumdur. Səhv 120 neçə olmalıdır? Hadi indi biz bax mən bilmirəm. Mənə kimyada keçiblər, fizikada keçiblər. Qardaş keçi 2 vur 2 4. Hə bunu mən əgər humanitar sahəyə gedəcəmsə, mən nə edirəm? Məsəl üçün nisbilik qanununu, filan qanununu, Arximed filan belə qardaş bəlli bir dərəcədə bunu öyrənməliyəm də, düzdür ya yox? Bəli. Mənim qohumlarım var, 11 illik atestatı var. Ad soyadını yazanda 3 dənə hərf səhv eləyir. Amma atestatı var 11 illik. Mən Yəni də mən sizə bir bu nümunə çəkəcəm o dediyinizlə bağlı. Bir nəfərə yox. qırmızı diplom verirlər. Deyir ki, mən qırmızı niyə veriblər, sizə göy veriblər. Buna deyirlər sən bizdən daha yaxşı oxumusan, ona görə qırmızı almısan. Eynən bu Yəni bax misal. sözümün canıdır ki, insanlarımızı da, gənclərimizi, şagirdlərimizi, tələbələrimizi lazımsız, lüzumsuz yüklə yükləmə. Bizdə bax jurnalistika bitirmişəm mən. Universitetdə bizdə 4 il jurnalistika keçirlər. Dünyanın hər yerində jurnalistika ya 1 il yarım ya 2 ildir. Çünki bu fizika deyil, riyaziyyat deyil. Bu jurnalistikanı sən bunu 6 aya da öyrədə bilərsən də. Dünyada məsələn jurnalistika kursları 5-6 aya öyrədilir. Bizdə 4 il oxuyursan ki, jurnalist olacaq. Sən nə ixtira eləyəcəksən, kəşf eləyəcəksən, bina tikəcəksən, insan sağaldır. Jurnalistə gəzə Həsən bəy 2-3 dənə sual verəcəksən mövzu barədə və salam. Və yaxud da indi jurnalistin etik qaydaları falan bunu 5-6 aya bilinir. Yəni izah edə bildim nə demək istəyirəm? Bizdə görüntü xətrini olduğu üçün bu günə gəlmişik, təəssüf ki. Bəli. Yəni indi güman eləyək ki, Təhsil Nazirimiz bu məsələləri nəzərə alar. Amma nə qədər ki biz Misir Mərdanova atasına rəhmət oxuyuruqsa, demək ki, vəziyyət o qədər də yaxşı deyil. Məncə də mən özüm də Misir Mərdanovla dəfələrlə təlim falan keçmişik. Yəni o da məsələn bəzən tənqidi fikirlər, bəzən müsbət fikirlər səsləndirir. Xüsusi olaraq da amma müəllim yönümlü mövqe səsləndirir. Amma Tural bəy məhz onun dönəmində də müəllimlərin şagirdlərə qarşı zorakılığı daha çox geniş yayıldığı dönəm idi, səhv etmirəmsə. Yəni əti sənin sümüyü mənim, yoxsa o zamanki düşüncəm elə idi, yoxsa necə? Yox, siz valla mən zorakılıq, şiddət, müddət bu sözləri son 15 ildə eşitmişəm. Müəllim zaten, müəllim obrazı deyəndə bizim gözümüzün qabağında nə canlanır? Şəxsən mənim. Yaz taxtasının qabağında əlində çubuq duran adam. Çubuqsuz müəllim təsəvvür edə bilərsiniz? Kişi müəllimlərdən xüsusi olaraq qorxurduq. Onlar da daha Yox, çox idman yəni müəllimi bax olurdu. hətta çubuq iki funksiyası var. Bir yaz taxtasında nəyisə göstərmək, bir də ki təlim-tərbiyə. Yəni də indi bizdə hə müəllim bir dənə məsəl üçün söhbət o işgəncədən, döymədən, o sadizmdən getmir. Yəni təbii ki bir məsələn valideyniniz döyməyib sizi Həsən bəy. Olub məncə. Uşaq Onda vaxtı niyə olub. tutmurlar? Valideyninizi niyə həbs eləmirlər? Amma sizə deyim ki, xarici ölkələrdə tuturlar valideyni. Yəni uşağı Düz alıb eləyirlər. uşaqlar evinə verirlər. Düz Biz eləyirlər. mən bilən düz Yaxşı, xarici eləmirlər. ölkələrdə baxın. Onda sual bax ortaya çıxır. Azərbaycan cəmiyyətində, Azərbaycan cəmiyyəti ailə institutu hələ indiki halından daha möhkəm sağlamdır, yoxsa məsələn Avropada, Qərbdə? Məncə orada heç ailə dəyərləri, funksiyaları tamamilə pozulub, dəyişib. Yəni orada Yaxşı, ayrı onda demək ki, bizim metod daha doğrudur. Da ailə institutu, qohumluq institutu qalırsa, demək bizim metod daha düzgündür də, hə? amma yaxşı olar ki, şiddətlə olmasa yaxşı. Vallahi indi Allah dinində deyir ki, bu işi elə səni cənnətə qoyacağam, amma bu işi eləsən səni cəhənnəmdə yandıracağam. Demir, orada sənə psixoloqluq eləyəcəm, tərbiyə verəcəm, yol götürür, yandıracağam səni. Yəni insan yaradılışı budur. Yəni mən demirəm, mən şiddəti dəstəkləmirəm. Amma o şiddət valideyn bizi məsəl üçün tənbih eləyəndə sevdiyindənmi eləyir, nifrət elədiyindənmi eləyir? Məncə sevdiyindən eləyirdi. Amma sizə bir şey deyim ki, yəni valideynlərdə də o zamanlar xasiyyət var idi. Məsələn,
Göstərir indiki uşaqları məsələn su gəlməyəndə necə yuyundururdular da belə qayğı ilə falan. Amma o dövrdə uşağın başını elə yuyurdular, saçı qopurdu, valideyn əlinə gəlirdi. Yəni Yardımca yerində dinç durmurdu ki, biz əvvəllər 90-cı ilə qədər Kubinkada yaşamışıq. İndiki bəli, Kubinka deyilən ərazidə. Orada məhəllə idi. Bizdə məsələn 6-7 dənə ev idi, bir məhəllədə idi və orada Sovet dövründə hər adamın hamamı yox idi. Yəni 6 evdən fikirləşin bir evdə hamam var idi. O da Yəhudilər idi. Suud dediyimiz onların hamamı var bəli, idi. Yəni qışda biz başqa məhəlləyə pulla hamamda çimməyə gedirdik. Yayda isə vannanı qoyurlar məhəllənin ortasına. Orada bizi çimizdirlər. Biz də utanırdıq gələn, gedən filan beşmişə. Yəni belə deyir ki, atan acından öldü. O da deyir var idi, yemədi. Bu uşaq bu bilirsiniz, o dövrün şərtləri o idi da. Zaten hə, çatışmazlıq, çətinlik, ağırlıq bir yandan da uşaq yerindədir. Səni çimizdirməyə də bilərdi də, bizi çimizdirməyə də bilərdilər. Düzdür, məsəl üçün deyək də. Sənin təmizliyin üçün eləyirlər. Hə, indi daha yumşaq, daha həssas ola bilərdilər filan. Bu yetim necə yumşaq olsun? Fikirləşir, axşam çörəyi hardan tapacam, işıq pulunu. Bax indi bizdə, baxın, bu gün Bakıda, Azərbaycanda ümumiyyətlə insanlar arasındakı bu münasibətlərin kobudlaşması, mədəniyyətin itməsi hamısı kasıblığın, yoxsulluğun, şərtlərin ağırlığının gətirdiyi bir nə deyim, fəsadlardır. Heç görmüsünüz məsəl üçün teatra getmisiniz də yəqin ki, teatr. bəli. Heç görmüsünüz orada teatrda bir-birinə yumruq şillə təpi atan olsun. Yox, Amma heç məsələn vaxt. çörək növbəsində, hansısa bir malın növbəsində almaq üçün növbə durur. Görün orada nə qədər dava olacaq. Çünki bir yerdə stres var, bir yerdə stres yoxdur. Yəni bizim cəmiyyət ümumiyyətlə stresli cəmiyyətdir. Bax bunu deməliyik. Biz stresli cəmiyyətik. Niyə? Çünki sabaha ümidimiz yoxdur. Sabaha hara gedəcəyimiz haqqında anlayışımız yoxdur. Rahatlığımız, arxayınlığımız yoxdur bizim. İzah edə bildim. Məsələn, Bəli, mən sizə bəli. sual versəm ki, Həsən bəy, baxın mən sizə məsəl üçün deyək də bir maşın satıram sizə və 10 il hər ay mənə 500 manat verəcəksiniz. Sizin birinci ağlınıza nə gələcək? Hesablamaq. Yox, deyəcəksiniz ki, görəsən mən 10 il hər ay 500 manat verə biləcəm. Deyir, Bəli, sabaha güvən yoxdur. 10 il yox, 6 ay sonra 500 manatı verib verə bilməyəcəyinizi düşünürsünüzsə, 3 ay sonra belə. Demək ki, sabah insanları o gərginləşdirir, qeyri-müəyyənlik gərginləşdirir. Məsələn, Sovet dönəmini tələbələrindən soruşun, siz valideynlərinizdən zaten. Mesela o tələbələr gözəl bilir ki, biz oxuyacağıq, universitetə girəcəyik, universitet qutarandan sonra dövlət bizə iş verəcək, işləyəcəyik. bəli, təyinatla. İşlədiyimiz yerdə növbəyə duracağıq. Uzaqbaşı 5-10 il ərzində dövlət bizə ev verəcək. O evdə yaşayacağıq, sonra pensiyaya çıxacağıq, sonra da indi ölüb gedəcəyik. Düzdür, görürsünüz, hər şey sırayla idi. Məsələn, oktyabrat olacam, pioner olacam, komsomol olacam, işə girəcəm, ev alacam, evlənəcəm, uşaq böyüdəcəm, uşaq da universitetə pulsuz girəcək, pul yoxdur zaten, həkimə pulsuz gedəcək, müalicə pulsuzdur. Bir rahatlıq var idi. Amma indi o rahatlıq yoxdur. Nə varısında, nə kasıbında. Məsələn, siz elə bilirsiniz, Şəruri İsfəndiyar sizdən məndən daha rahat yatır gecə. Məncə yox. Niyə? Çünki o da arxayın deyil ki, sabah qapımı döyüb əlimə qandal vurub aparmayacaqlar, varım yoxum əldən çıxmayacaq. Yəni o qeyri-müəyyənlik də bizi gərginləşdirir. Onun da gətirdiyi təbii ki, o şiddət dediyimiz həm müəllimlərin, həm ailədə filan da o şiddətin həddindən artıq çox olmasında onun da təsiri var. Yəni düz Məncə də. hesab eləsinlər iştirakçılar mövzunu çox dağıtdıq sağa sola, amma bunların hamısı dolayısıyla bir-birindən bağlı məsələlərdir Bəli, və məncə də. hamısının da ucu gəlir doğru idarəçilikdən, doğru dövlət mexanizmlərinin olmasından, yəni yanaşmalar, insanların səsinin eşidilməsi məsələləri, bunlar hamısı bax gəlir buradan. Məsələn, bizim bayaq Təranə müəllimə deyəsən, dedi ki, biz müəllimlər gəldi, Təhsil Nazirliyində etiraz elədi, amma səsləri eşidildimi? Eşidilmədi. Eşidilsəydi nəzərə alınardı. Bilirsiniz də, o 2 ya 3 müəllim bu nə deyək, attestasiya imtahanına görə infak keçirdilər, dünyasını dəyişdilər. Ondan sonra zat alilərinin yadına düşdü ki, 65 yaşlı adamı stresə soxmaq olmaz. Bax, bu dəqiqə Həsən bəy, siz fizika üzrə dediniz də, qurtarmısınız. Mən sizə əmin edirəm ki, baxın, sizin birinci kursda, ikinci, üçüncü kursda, hətta ibtidai nələrsə sorsa bilməyəcəksiniz. O demək ki, siz savadsızsınız. Yox, belə deyim, Mən də bizdə öz keçirdik. ixtisasım üzrə.
Bilirsiniz, bu məsələlər, məsələn, mən sizə əmin edirəm, Emin Əmrullayevi birdən-birə attestasiyaya otursaq öz imtahanı, öz ixtisası üzrə, heç o yığdığı o ümumi balın 50%-ni yığa bilməz. İndi o deməkdir ki, Emin savadsızdır. Təbii ki, yox. Yəni həqiqətən də yəni elə yadıma gəlir, biz riyaziyyat keçirdik. Riyazi analiz, xətti cəbir, tətbiqi riyaziyyat. Misal o qədər uzun idi ki, imtahan vərəqəsini 2 dəfə mən doldururdum. Mən dedim ki, bunu əzbərləyə bilmirəm da. Yəni düstur da elədi ki, bir dənə səhv buraxsan hamısı çökür. Ona görə əzbərləyirdim və mən yazılı belə deyim də, test sualında götürdüm onu nəzəri cəhətdən yazıb doldururdum. Qiymətimi də alıb imtahandan keçirdim, söz yox. Yəni o qədər çətin idi. Yəni siz təsəvvür Biz edin. məqsəd nədir? Baxın, məqsəd yenə deyirəm, e, ən azı şeylər belə deyək də bu filmlərə baxsınlar da. Məsəl üçün ən böyük şirkətlərin yaradıcıları bilik və savaddan daha çox arzu, istək, həvəs, motivasiyaları olub. Düzdür? Müəllim həm də Bəli, bir motivatordur axı. O əlbəttə. Einstein haqqında mən bilmirəm, indi Einstein müxtəlif adamların haqqında deyirlər. Birisi də Einstein gec danışıb, orta Bəli, məktəbdə də 6 belə yaşına qədər danışmayıb səhv etmirəmsə. və məktəbdə də qiymətləri belə deyək də hazırlığı ortadan da aşağı olub. Bir gün bunun anası müəllim, bir Einstein-ə deyil, indi müxtəlif alimlərə deyirlər. Müəllimi bir məktub yazır, deyir apar bunu ver anana, oxusun, özün oxumadı, anana ver. Hə deyir yaxşı, apar anasına verir. Anası məktubu oxuyur və səhərsin uşağını məktəbdən götürür, özü hazırlaşdırır. E, Tural bəy çox üzr, Einstein yox, buyurun. o Thomas Edison idi səhv İndi onu etmirəmsə. müxtəlif adlar, müxtəlif şeylərə deyirlər. Edisona deyirlər, Einstein-ə deyirlər, indi kimsə Tesla'ya da deyə bilər. İndi məğzi önəmlidir ki, məsələn, orada deyir ki, ana nə yazıb? Yazıb ki, sizin oğlunuz çox savadlıdır, bilgilidir, ali, bu bizim uşaqlardan səviyyəsi, siz bunu özünüz hazırlaşdırın. Bu indi böyüyür, ya indi Thomas Edison olur, ya indi Einstein olur. Mən Einstein Edisondan daha çox sevirəm. Edison həm də dələduz idi bir mənada. O biraz o Tesla'ya filənə münasibətdə. Nəysə. Və anası öləndən sonra təsəddüf o məktubu tapır və görür ki, məktubda yazır ki, sizin oğlunuz bacarsız, savadsız, biliksiz, geri, kəm savad adam. Amma görürsünüz, valideyni ona müəllimlik edir, motivasiya verir və ondan alim yetişdirir. Yəni, müəllim həm də baxın, onu insanın özünə öz güvənini yetişdirməlidir, Bəli. formalaşdırmalıdır. Oxuya bilmirsə, nə var? Oxuyan uşaqla işləməyə nə var ki? Amma oxumayanı yetişdirmək, onu həvəsləndirmək, onun istedadını tapmaq. Allah hər insanı bir sahə üzrə istedadlı yaradıb, illa da yaradıb. Məsələn, böyük rəssamlar var. Baxırsan ki, sən bu rəsmi necə çəkmisən? Bu ağla uyğun deyil də, məsəl üçün deyək də. Amma o rəssamın özündən soruşsan, deyir, adi belə tutursan, belə çəksin. Çünki Allah ona istedadı verib. Və yaxud da tutaq ki, bir natiq danışır da, nitq söylür. Deyirsən, necə səlis danışır, sərdas danışır. Baxırsan, başqası deyirsən, qardaş, necə danışdın? Deyir ki, adi danışıram da. Və yəni, müəllimin işi həm də, bax, o şagirdin hansı sahə üzrə öz sahəsini tapmağına kömək eləməlidir. Düzdür, Əlbəttə. yəni. Yəni, Bəli. nəysə, çox danışdım mən, siz də yorum. Tural bəy, bir Nigar Rəhimova adlı tamaşaçımız yazıb ki, Tural bəylə canlı təlim versəniz olar, çox xahiş edirəm, məni təq eləyib deyiblər Həsən bəy. Valla İndi mən də bizim yenə deyirəm, bizim üçün xoş olar. Yəni əgər kimsə bizim sözümüzü eşitmək istəyirsə, fikrimizi eşitmək istəyirsə, məmnuniyyətlə gələrik, amma o qrafiki müəyyən eləyək. Çünki bizim də görürsünüz də burada işimiz, gücümüz, o məsələ. Məsələn, məmnuniyyətlə mən şad olardım. Çünki mən düşünürəm ki, müəllimlik həm də bir şərəfli işdir. Niyə? bəli, Çünki baxın, o kiməsə nəsə öyrətmisənsə, hətta dində belə bir şey var. Deyirsən, kiməsə namaz öyrətmisənsə, o ölənə qədər qıldığı namazdan sənə də savab gələcək. Müəllim də elədir. Sən əgər həyatda bir cümlə kiməsə öyrətmisənsə, bir hərf öyrətmək deməyək, bir fayda vermisənsə, o insan yaşamı boyu dilinə gətirməsə də ürəyində sənə minnətdar olacaq. Yəni ona görə nə qədər çox insanın, müəllimin şansı var ki, baxın, minlərlə, yüzlərlə insanın könlündə, qəlbində özünün yeri olsun. İzah eləyə bildim? Yəni bəli, hər bəli. peşənin elə bir seçimi yoxdur.
Məsələn, zavod müdirinin elə bir seçimi yoxdur. Nə bilim, deputatın elə bir seçimi. Amma müəllim hər bir tələbəsinin, şagirdinin ürəyində özünə yer qazana bilər. Özünün bir belə deyək də, böyük bir partiyasını qura bilər, sevgi partiyasını, düzdür? Yəni o baxımdan müəllimlik bir həm də hər kəsə qismət olmayan bir nemətdir. Bizə də hardasa müəllimlik yox, həm söhbətlik düşsə təbii ki, şad olarıq, sevinərik, məmnuniyyətlə də iştirak eləyərik. Əgər faydalı nəsə deyə bilsək də, indi təkrarçılıq olmasın deyə. Təbii ki. Tural bəy, deməli dediyim kimi suallar ancaq tərifdir. Var olasınız. Allah sizin can Sağ olsun. sağlığı versin. Çox sağ olun. Yəni İki halda sual olmur da, bilirsiniz. Deyir, iki halda sual olmur. Ya hamı hər şeyə başa düşüb, ya hamı heç nəyə başa düşməyib. Hər iki halda sual olmur. məncə başa Güman düşdülər. edək. Çox sadə dildə başa saldınız. Estağfurullah. Yəni Ya başa salmaq yox da fikirlərimizi dedik. Mən də təşəkkür edirəm ki, qoşuldular, dinlədilər. Yəni bu dəqiqə heç kim kitabını oxumadığı dönəmdir. Yəni hamı özünü belə deyək də, hər şeyi bilən bir məşhur termin var. Hər şey mata olur. Eşitmisiniz? bəli. Hər şeyi bilənə hər şey şünas, hər şey mata olur. Mənə Yəni, hamı hər məsələn şeyi deyirlər bilir. onu bəzən. Hə. Yəni o baxımdan da insanlar həm də sosial şəbəkələrdə bilirsiniz, aradakı o şeyləri də qaldırıb, bariyerləri də qaldırıb. Bunun Bəli. müsbət və mənfi tərəfləri də var. Məsələn, baxırsan ki, 18 yaşlı bir gənc, məsələn, mənim siyasi təcrübəm 25 ildir də, 26-cı ilin içindədir. Amma baxırsan ki, 18 yaşlı gənc sənin siyasi kursunu açıq şəkildə belə tənqid yox, belə nə bilim, təhqir də eləyə bilər. Çünki sosial şəbəkə o şəraiti yaradır ona. Amma məsəl üçün elə bir zaman var idi ki, məsəl üçün səni tənqid eləmək üçün ən azı sənin siyasi fəaliyyətinin yarısı qədər olmalıdır ki, o səninlə bir auditoriyaya düşə bilsin ki, sən onu tənqid eləyəsən. İzah elə bildim necə? Bəli, Yəni bir bəli. alimə, məsəl üçün deyək, indi durub kimsə sosial şəbəkədə, məsələn bizim yazarlar var da, biri durur deyir ki, Müşfiq niyə şair olur? Biri durur deyir mən Füzulidən yaxşı yazıram. Niyə? Çünki sosial şəbəkə var da, çıxır ağzına gələni danışır. Amma məsəl üçün sosial şəbəkə olmayana qədər sən Füzulidən daha yaxşı şair olduğunu sübut eləmək üçün bir 10 dənə kitab çıxartmalıydın. O kitablar senzuradan keçməlidir, oxucu əldə eləməliydin, qəzetlərə çıxmalı, izah elə bildim. Sən Bəli, çıxıb bir də kiməsə Elmlər nəyisə Akademiyasının demə. qabağında sata bilərdin, hə? Hə də, amma indi məsəl üçün deyək də, indi nəşriyyatlar filanlar məsəl üçün yaz ağlıva gələni, onsuz içini heç kim oxumur. Üstünə də adını yaz, denən ki mən yazıçıyam, amma dedi yazarsan. Və ağzına gələn yazısını da tənqid elə. İzah elə bildim. Yəni o boksda var da belə. Məsəl üçün sən dünya çempionundan vuruşmaq istəyirsənsə, reytinq döyüşləri deyilən döyüşlər var. Sən məsəl üçün deyək də dünya çempionluğu uğrunda məsəl üçün Mike Tyson'dan vuruşmaq istəyirsənsə, Mike Tyson'a qədər 20 boksçu ilə reytinq görüşü keçirməlisən ki, sən onunla ringə çıxmaq hüququ qazanasan. Amma sosial şəbəkələr indi bilirsiniz nə edib? Mike Tyson ringə çıxmamış, onlar orada da artıq ki, gəl döyüşək. Bu da nə qədər yıxsın, vursun. Yəni o sosial şəbəkələrin yaratdığı belə bir şey də var. Hamı hər şeyi bilir, hamıdan ağıllıdır. Ona görə indi kimsə kiməsə qulaq asırsa, bunun özü də dəyərləndirilməlidir ki, sağ olun ki, Bəli. dinləyirsiniz, qulaq asırsınız, sayırsınız. Yəni ona görə iştirakçılarımıza da təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Tamaşaçılar Estağfurullah. bizə də təşəkkür edirlər. Çox sağ olun Tural bəy, Siz qoşuldunuz, sağ dəyərli olun. fikrinizi Qulluğunuzdayıq. bölüşdünüz. Nə vaxt istəsəniz Biz də qulluğunuzda sizin yaşayalım. qulluğunuzdayıq. Yəni bilirsiniz ki, mən mətbuatda olandan çox sizdən müsahibə almışıq. Yəni bizim Bəli, bəli. cəbhə vaxt işlədiyim dönəmlərdən də indi inşallah ki, bizim özümüzün də onlayn platformamız var, sonra xəbər portalımız var. Hər zaman biz də sizin informasiya dəstəyiniz, əlimizdən nə gəlirsə hazırıq. İnşallah Çox ki, sağ olun. Nigar xanımın istəyini nəzərə alaraq bir dəfə də əyani seminar keçirərik. İnşallah. Məmnuniyyətlə, inşallah. Məmnuniyyətlə. Nə vaxt desəz, amma əvvəlcədən gününü müəyyən Bəli, edək, məmnuniyyətlə təbii, iştirak təbii. edək. Onsuz tədbirlərimiz də çoxdur. İnşallah Tural bəy, çox təşəkkür edirik. Mən Dəyərli təşəkkür tamaşaçı. edirəm. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Vaxt ayırdığınız üçün də minnətdaram. Oldu, təşəkkür edirik. Sağ olun, hər birinizə təşəkkür Sağ olun. edirik.